Salam əziz dostlar, şəxsi əşyalar verilişi efirdədir. Bu günlərin mənim qonağım Azərbaycan Respublikasının xalq artisti, amma mən həmişə onu belə təqdim edirəm. Nəslimi filminin Fatiməsi, Tütək Səsi filminin millisi, Xoşbəxtlik Qayğıları filminin Xalidəsi Xalidə Quliyeva. Xalidə xanım, xoş gördük. Xoş gününüzə gəlim Vasif, Allah razı olsun. Bu layihəni çox bəyənirəm, maarifləndirir. Mənası var, məzmunu doludur. Yəni, həm də tarixə gedəcək bir layihədir. Bəli. Bu lazımdır. Azərbaycan incəsənəti üçün lazımlı layihədir. Özü hər zaman Xalidə xanım bu verilişlərə baxanda mütləq mənə zəng vurur, təəssüratlarını bölüşür və çox bəyəndiyi verilişlər olub. Bəli. Seyran Səxavətlə, Hamısı Cahangir maraqlıdır. Novruzluğundan, Hamısı maraqlıdır. Ramiz Həsənoğlu, bəli. Hamısı. Hərəsi bir tarixdir. Bəli, mən düşünürəm ki, bizi onu hətta kitab formatına çevirməyə planlaşdırır və başlayırıq bununla bağlı. İnşallah. Çünki müsahibə genişdir, bunun kitabı çıxa bilər. Az olanda biraz çatma olmur. Yəni, mən sizdən adliyeni bir də, yəni mən sizin bir də görüşəm, bir də müsahibə götürürəm. Ona görə geniş götürürəm ki, kitaba da material olsun. Xeyirli uğurlu olsun. Çox sağ olun Xalidə xanım. Və bu həm də o deməkdir ki, bu neçə çəkiliş ərzində bir dəfə bizim qadın qonağımız olur və bu sezonda ilk dəfədir ki, Xalidə xanım açılış eləyir və ümid edirəm ki, digər xanım aktrisalarımız da layihəyə qoşulacaqlar. İnşallah. Biz danışmışıq Şəfiqə xanımla, onu gözləyirəm. Şüfə Yusupova ilə onu gözləyirəm. Gülzar xanımı gözləyirik. Çünki İnşallah. lazımdır. Mən keçəcəm Şəfiqə xanıma deyirəm, Şəfiqə xanım, bu qədər siz işlər görmürsünüz. Heç bir müsahibə yoxdur ortada. Bax gəlin, dedi ki, Cahangirə baxdım, çox bəyəndim. Dedi 2 saat eləmişsən, onu 3 saat eləsən baxardım. 4 saat, çünki çox maraqlı danışım. Dedim, gəlin o formatda danışın, mən kameranı qoyacağam. 5 saat danışım, mən onu 2 hissəyə bölüb paylaşacağam. Amma lazımdır. Necə ki, Xalidə xanım da baxır Rusiya kanallarında, necə bu verilişlər var ki, bir aktyor haqqında 50 cürə verilişlər var, filmlər var və bir-birinə fərqli, bənzəmir bir-birinə. Dəyərləndirirlər. Bəli. Dəyərləndirməyə bacarırlar. Xalidə xanım, mənim verilişimin ənənəvi sualı var. İlk şəxsi əşyanız nə olub? Onu xatırlayırsınızmı? Əlbəttə xatırlayıram. Amma bilmirəm, ilkdir, ya ilkdir, amma yadımda qaldığı qədər o ilkdir. Ümumiyyətlə, o 8-ci siniflə əlaqədardır, 8-ci sinifdə oxumağım müddəti vaxtından əlaqədardır, məktəb illərimdir. Burada gətirmişəm mən o əşyanı, mütləq burada olmalıdır. Var, o hələ də durur əşya. Bəli, bəli, bəli. O durur, bizim 8-ci sinifdə oğlanlarımızın qızlara olan təbrik, 8-ci martda təbrik hədiyyəsidir. Burada olmalıdır, masanın üstündə, haradasa buradadır. Kağız formasındadır. Yox, əməli başlı çərçivə, filan, 5 məkan. Bir dəqiqə. Tapdım, baxın. Hə. Neçənci ilə aiddir? Baxın, arxasında yazılıb. Bax, bu əsl şəxsi əşya. 1970-ci il. 8-ci 3-cü ay. Düzdürmü Xalidə xanım? 62 nömrəli məktəb, 10-cu sinifi oğlanlarımız bizi 8 mart bayramı ilə təbrik eləmişlər. Ne gözəl hədiyyədir və illərlə bu hədiyyə daha qiymətli olur. Əlbəttə, əzizdir, o illərdən qopuruq. doğmadır. Bəli, bəli, bəli. Həyatımın bir hissəsi, bir anıdır. Bir parçası. Anı, bəli. Eyni zamanda, baxın, burada da mən gətirmişəm. Bu, elə bir 8-ci ili burada, hətta 68-ci ildir. Bu, ondan da əvvəldir deyəsən. Bu, mən Şamiyan adına, o vaxt Şamiyan adına idi. İndi Xətai adına Mədəniyyət Sarayı vardı, orada xalq teatrı vardı. Rəhmətlik, dəyərli sənətkarımız Məmməd Kamal Kazımov
rəhbəri idi o dərnəyin. Mən də 8-ci sinifdə oxurdum. Mən o dərnəkdə Xuraman oynamışam, Həyatın dibində Nataşa oynamışam. Bu mənə verilən, həyatımda verilən İlk diplom. Da fəxri fərman. Fəxri Yəni fərman. bəli, fəxri fərmandır. Və bu da varımdır. Baxın, burada şəkillər də var. Bir-iki dənə şəkil də var. Bu Həyatın dibində əsəridir. Bu isə məşq zamanıdır. Bu isə burada Məşq zamanı Sadıq İbrahimov. Sadıq İbrahimov və Bəli. bursilər kimlərdir? O birisi Səməd Lazımovdur. Kinostudiyada ikinci rejissor işləyirdi. Desə arxada nəsə yazılıb. Bəli, baxın görün. Gərək mən eynəyimi giyinəm. Qırmızı dalğalar. Pyesinin, Əşrəf Hacıyev. hə, pyesinin məşqidir yəqin. Bəli. Qırmızı dalğalar. Bəli, bəli. Və 68-ci il. Bəli. Sonra gəlir, Hə, onu. bunları qoyaq bura. Bu ilk. İlklərdir. Yəni ilklərdir. Xalidə xanım çox tədarüklü gəlib və xeyli əşyalar gətirib. Şəkillər çoxdur burada və biz burada təbii ki, toxunacağıq Nəsimi filminə. Xalidə xanım, Qrimyor Valoca idi. Allah rəhmət eləsin. Çox peşəkar qrimyor idi. hiss olunur. Bəli, Elbrus, bizim Elbrus qrimyorumuz var. Yəni Valoca ona yəni öyrədib Müəllim peşəsini. Bu da Xalidə xanım. Necə gəncdir. Mən Və buna yazı var. Onun Bakıda Bakı küləklər əsir. Bəli, buna filmindən qeyd eləmişəm. kadrdır. Yox, burada Şəkillərimiz çoxdur. qarışıqdır, burada qarışıq. Bu Nəsimi filminə aid məsəl üçün. O vaxtı broşuralar çıxırdı. Yəni Nazirlər Kabineti ilə Kino Komitəsinin yəni köməkliyi ilə bizim kinoprokat bürosu vardı. Onlar belə hər filmə aid, baxın burada nə qədər broşuralar, o vaxt çıxan broşuralardı. 55 yaşı var bu broşuralar. Mən istəyirəm burada bir təqdim edeyim. Deməli, Nəsimi filminin... Bu da. Aha. Bax, belə bir broşuradır. Buklet deyək, afişamı deyək. Və bu da məşhur şəkil Xalidə xanımla Rasim Balayevin. İllərlə bu durur. Və Bakıda küləklər əsir. Bax, bu filmlə bağlı sual var. Özə bu film çoxdan da görünmür. Görünmür, amma çox gözəl. Və aktyor heyəti də çox gözəldir. Çox möhtəşəm. Mən baxdım titrlara, çox bizim dəyərli sənətkarlarımız hamısı burada var. Şamil Əkbərov, İsmail Osmanlı, Muxtar Dadaşov rejissor idi də filmin. Bəli, Muxtar Dadaşov və s. Və belə bir şey tapdım. Hə, bu festivaldandır. Pribaltika 76-cı ilin festivalı idi, Moskvada keçirilirdi. Beynəlxalq festival idi, kino festivalı. Orada Pribaltikanın rejissoru vardı. Mənə avtoqraf elədi. Burada baxın, burada yazıb. Burada yazısı da var, qolu da var. Bunu mənə təqdim elədi oradan. Bu filmdən orada iştirakçı idilər onlar, Pribaltika dövlətindən. Yəni, burada çoxdur. Sonra burada var, mənim çox sevdiyim film, Xoşbəxtlik qayğıları. Hə, çox doğru. O film haqqında xüsusi danışacağıq, Xalidə xanım. Bu Xoşbəxtlik qayğılarıdır. Gözəl ansamblımız vardı. Nəsibə Zeynalova var idi. Baş yolda çəkilən oğlan. Onlar başqa peşənin sahibləri idilər. Sadəcə tanıdıqları üçün, Həsən mənim tanıdıqları üçün Çipaş kimi onları filmə dəvət elədi və çox da kino dili ilə oynamağı bacaran cavanlar idi. Kinoda çox maraqlı görünürdülər. Bu xarakter idi də, xarakterik obrazı idi. Bu qardaşımızın müsbət obrazı idi. Ələkbər Məmmədoğlu, Tahir Yaxın və bunun haqqında sual verəcəm. Bu həmən filmin broşuru çıxıb o vaxtlarda. Bəli, hər filmdə çıxırdılar, təbliğ eləyirlər. Kinoprokat var idi. Kinoprokat deyilən bir idarəmiz var idi. Çəkilən filmlərimizi təbliğ eləyirdilər və satılırdı bizim filmlər. 15 respublika arasında satılırdı bizim filmlər. Bəli. Sonra bir dəqiqə. Burada başqa şəkildə var. Baxın.
Sonra bunun içərisindən məsəl üçün Şəfqə Məmmədovanın bu film haqqında mənim xüsusi suallarım olacaq, Xalidə xanım. Bu nədir? Tütək səsidir. Gözəl. O da festivaldır, beynəlxalq festivalın iştirakçısı oldu, mükafat aldı. Mixail Valantir burada Baxın, şəkli var. burada kollektivimizdir Bəli. və festival iştirakçılarının şəkli var. Orada Rasim Ocaqov var. Həmən filmi. Mən orada oturmuşam. Bax, bu mənim, saçları uzun. İndi onun arxasını da göstərəcəm sizə. Aydın Kazımzadə də oradadır. Kino idarəsinin, bəli, bax sən, diqqətlə bax, tapacaqsan. Kino idarəsinin işçiləri də oradadır. Aydın Kazımzadə. Baxın, arxasına baxın. Bu festivalda Qırğız filmi var idi. Sizmaya Pula adlanırdı, 7-ci güllə. Və onun baş qəhrəmanı Qırğızstanın ən məşhur kino aktyorlarından biri Çokmorovun mənə yazdığı, yəni belə xatirələr ki, avtoqrafı deyir ki, bəs burada deyir ki, от всей души həmişə belə ol, belə səmimi və естественно ol, yəni təbii ol, səmimi ol. Yurta şəklində çəkib. O da həyatda yoxdur, o rəhmətə gedib onu. Xalidə xanım, elə çoxdur burada. İran filmi ilə bağlı var, hər şey var, mən gətirmişəm. Hissə istəyirəm toxunarıq. Bəs bu məktublar nədir? Mənim yazdığım məktublardır. Burada mənə yazılan məktublardır. Sizin yazdığınız məktublar budur? Bəli, mənim yazdığım məktublardır. Neçənci il? Moskvada oxuyanda həyat yoldaşım. Əskərlikdə olanda da, baxın, əskəri adresi də var. Bu məktubları saxlamışam. Onun mənə yazdıqları və mənim onun yazdıqları. Bunların da bir 55-60 yaşı var. Və belə çıxır ki, hər ikiniz saxlamısınız məktubları. Ola bilər ki, adam itirə bilər, diqqətsiz ola bilər gənc vaxtda. Demək, o da saxlayıb və siz də saxlamısınız. Hə, əslində əsas mən saxlamışam. Əslində. Onda da var, bu məndə olan məktublardır. Onda olan məktublar özündədir. Elə bil, bu... Sizin ona yazdığınız məktublar... Hə, və onun mənə yazdığı məktublar onda da var. Amma məndə olan bunlardır. Bəli. Bunların hər biri bugünkü zamandan bir mesaj, WhatsApp mesajı. Kökündə, qayəsində... Təmiz niyyət. Təmiz sevgi. Çünki o sevgi zaten gəlib gör neçə ildir. Bir dəfə Məhmud müəllimlə söhbət edəndə o dedi ki, 40 ilə yaxındır. Məsəl üçün həyat yoldaşımdan. Deyirəm ki, maşallah. Yəni böyük rəqəmlərdir. 40 il, 50 il, 60 il bir damın altında eyni adamla. Hətta mən ruslara daha çox qiftə edirdim. Myakov həyat yoldaşı aktrisa idi. Var, elə. 65 il, Şirvint 65 il. Elə biz də elədir. Biz 17 yaşından bir yerdəyik. Əvvəl Dram Dərnəyi oldu. Bəli. Lütfü Məmmədbəyevin Dram Dərnəyində iştirak elədim. Orada da Qarsiya Lorkanın qanlı toyunda gəlin oynadım. Bir çox Azərbaycan dramaturqlarının əsərlərində, hamısında da baş rolları verdi Lütfü müəllim mənə. Yəni orada tanış olduq Eldəniz müəllimlə. Eldəniz müəllim onda təhsil alırdı, yoxsa həm alırdı, həm də Dram Dərnəyində iştirak edirdi. Hətta axşamda işləyirdi Muskomediyada. Mən buradan bir qeyd edeyim ki, Eldəniz Quliyev o senaristdir və eyni zamanda yazıçıdır, kitablar müəllifidir. Kaş kitabını gətirərdim. Kitabı məndə var. Var? Biz təqdimatdan gəlmişdim. Bəli, yadıma düşdü. Bir kitabını da oxumuşdum daha öncə və qeyd edeyim ki, Eldəniz Quliyev Moskvada Vigiqdə təhsil alıb. Tarkovskinin, Şukşindən, səhv Danielya, yəni bu müəllimlərdən dərs alıb. Yəni bu balaca bir məsələ deyil. Və bu yaxında ilə Eldəniz müəllim təqdimatında mən çıxış edirdim və orada dedim ki, bugünkü nəsil film çəkənlər o insanlardan heç olmasa məsləhət deyək. Bir oturub onunla bir masa arxasında fikir mübadiləsi apara bilər. Ki, məsəl üçün Eldəniz müəllim, siz bunun məktəbini keçmisiniz. Məsəl üçün, mən bunu belə eləyirəm. Sizcə mən bunu düzmü eləyirəm, səhv mi eləyirəm? Bu məsələlər var. Yaralı yerimə toxunursunuz kino barədə. Yəni, indi düzdür, cavanlar var, kino çəkirlər. Amma kino yaradan yoxdur.
kino sənətdir. Bəli. Bu mütləq başqa bir aləmdir. Başqa bir baxışdır, dünyaya baxışdır. Yəni bugünün problemlərini qabardaraq, bugünün o iç xəbər mövzularını qabardaraq lentə köçürmək və adına kino qoymaq, hə kinodur, amma sənət deyil. Sənət olmağı üçünsə mütləq məktəb lazımdır. Mütləq şəkildə. Hərçənd ki, zamana uyğunlaşaraq, indi biz xüsusilə qeyd eləmək istəyirəm, maddiləşmiş zamanda yaşayırıq. Bəli. O vaxt Tarkovskinin çəkdiyi filmlər, Bergmanın çəkdiyi filmlər zamanı başqa idi. Mənəvi dəyərlər zamanı idi. Bəli. Və onların filmlərinə baxanda da görürsən ki, bu kinoda həm musiqi sənəti var, həm rəssamlığı var, həm portret, fotoqraf var. Yəni hər bir sənətdən götürülmüş bir film yaradırlar. Hamısı bir-birini tamamlayır. Bəli, içində hamısı var. Amma bugün sadəcə kino lentası, kino plyonka və baş vermiş hadisə. Bugün çox zəifdir, amma yenə də cavanlar özlərini öldürə-öldürə, əziyyət çəkə-çəkə, canlarını, başlarını, nə bilim, valla min oyun gələ-gələ film çəkirlər. Mən də heç onları tənqid eləmək istəmirəm. Deyirəm, eybi yoxdur, heç olmasa o olsun. Bəlkə çəkə-çəkə Olmayan düzələr. yerdə yenə də o yaxşıdır. Bax, indi Xalidə xanım, biz deyək ki, bu günlərin serial, filmlərin çoxunda məişət mövzuları daha çox işıqlanır. Amma gəlin nəzərə alaq ki, bizim keçmiş filmlərimizdə məişət mövzuları elə dəqiqliyinə işlənilir. Bax, elə xoşbəxtlik qayğıları, belə baxanda cehiz problemi var. Yəni məişət problemi. Yəni insanlar buna görə nətər deyim, qalıblar ki, necə eləyək, nətər eləyək və illər sonra, bu illərin görün o filmdən nə qədər zaman keçib, bu illərin hadisə baş verdi. Cehiz söhbətinə görə bəy oğlan intihar elədi rayonların birində və mənim dərhal xoşbəxtlik qayğıları filmi yadıma düşdü ki, orada cehiz problemi qabarmışdı. Deməli dövr dəyişib, 40 il zaman keçib. Hələ də biz o cehiz problemlərinə ilişib qalmışıq və bilirsiniz də qız evi cehiz zəif vermişdi. Bəyin anası şikayət elədiyinə görə nişan pozulmuşdu və oğlan intihar eləmişdi. Bu yaxınlarda baş verib bu. Və necə bu demək, bu filmin gücünü görürsünüz, Həsən Seyidbəyli, onun ruhu şad olsun. O elə bir film çəkib. Allah rəhmət eləsin. Bax, bu günlərin aktual bir mövzunu qoyub bu. Çox. Mövzu aktualdır, bəli. Filmin finalını yadınızdadır da, o zənciri qırır, yəni qırılır o. Yəni adət ənənə çox yaxşıdır. Mən adət ənənə tərəfdarıyam. Çünki o bizim milliliyimizin şəklidir. Xalq kimi bizim kim olduğumuzun şəklidir, adət-ənənələr. Amma onu ifrat formada yəni həyata keçirtmək, siz indi deyirsiniz, qızın cehizi yoxdur. Amma indi bir yataq otağı əvəzinə 3 yataq otağı verən var, 3 qonaq otağı. Bu tərəfi də var axı. Bu tərəfi də var. Evet. Ona görə də məncə maariflənməliyik. Maarifləndirməlidirlər ki bizi. Kim maarifləndirməlidir? Bizim evimizə qapımızı döyməmiş girən ekranımız, kino kanallarımız maarifləndirməlidir. Yəni əsas nədir? Əsas sevgidir. O deyir sizə ənənə, o güzgü məsələsi, şam məsələsi, onların hamısının tarixçəsi var. Elə belə deyil. Sadəcə onu biz korladıq, biz şeylədik. Yəni əvvəl yadınızdadır toy vaxtı, lap məndən də qabaq. Mən də ta qədimdən gəlmişəm. Məndən də qabaq hamı yığılıb bir şey gətirirdi ki, evini düzəltsin. Bir o küncünü düzəltsin. Yorğan gətirən, döşək gətirən kim, bir samavar gətirən, qav gətirən kim, süpürgə gətirən kim. Yəni onunla da ailə qurulurdu. Və ailə də möhkəm idi. Demək o deyil. Samavar dedi, Xalidə xanım yadıma düşdü Tütək səsi filmi. Öz cehizli samavarını Xalidə xanımın qəhrəmanı Milli aparır verir ki. Elə sevirəm onu. Necə cəsarətdir, o qızın cəsarəti orada daha çox bilinir. Təşəbbüs. Çünki yəni özünə ayrı olan bir şeyi aparıb verməsi və anası da götürüb qoyur yerə. Nə deyirsən, cehizimdir. O deyir, cehizim özüməm. Bu da atamın adresi. Milli Muradova. Nakd pulum yoktu. Samavar. Ay sonra, ne ilişip sen orada?
Tar görək. Bu samavar onun cehizi idi. Cehizim özüme. Gedək. Süsən Məcidova idi o aktrisa, sizin ananızı oynayan. Susanla Məcid. Süsən Məcidova kimi Bəli, bilir. bəli. O da bütün filmlərimizdə çox gözəl obrazlar Bəli, yaradır. bəli. Mən hətta o Gənc tamaşaçılar teatrının aktrisası aktrisası idi. idi, bəli, bəli. Eldar Quliyevin bir cənub şəhərində, orada Həsən Məmmədovun anası rolunda, orada mentalitet məsələləri var, deyir. Yəni o qız bu qapıya gələ bilməz gəlin kimi. Mən deyir, dözə bilmərəm. Oradan o axı elə bəzən elə analar da çəpər çəkir. Hə, Xalidə xanım. Düzü mental dəyərlərə əməl edir. Mən başa düşürəm o deyir. O qız subay oğlan evinə dadandısa, deməli artıq ondan əlini üzməlisən. Haqlı məqamlar var, amma bunun da ürəyinə o qız girmişdi və o sözdən sonra o görürsüz o qaldı belə ki, Zaman çox dəyişib. İndi ümumiyyətlə həyata məsəl üçün Mendeleyev cədvəli kimi cədvəl yazmaq olmur. bəli. Nə qədər adam varsa, nə qədər insan yaşayırsa, o qədər qayda var, o qədər hadisə var. Yəni bir hadisənin ucundan tutub onu ümumiləşdirmək də düzgün deyil ki, bax belədir, belədir, bu gün belədir. Xeyr, bu gün çox fərqlidir. Bu gün hətta artıq gənclər bir-biri ilə yaxınlaşır, tanış olur. Bəli. Tanış olur. Müəyyən vaxtda bir yerdə olurlar. Keçir 2 ay, 3 ay, 1 il, 2 il, sonra evlənirlər. Yəni bir-birlərini yaxşı tanıyandan sonra mən demirəm o yaxşıdır. Yəni hər variantı var da. Necə təbiətin neçə rəngi var? Müxtəlif rənglər. İnsan ömrünün də o qədər rəngi var da. Əslində mən Xalidə xanım bunu dəstəkləyirəm mən. Məsəl üçün tutaq ki biz sosial şəbəkədə hamının fikirlərini oxuya bilirik. Məsəl üçün bir xanım öz fikrini yaza bilər və o fikri əsasən onun xarakterini müəyyən edə bilərsən. Deyə bilərsən ki, bu mənim ruhuma yaxın xanımdır. Məsəl üçün məsələn qədim zamanda çətin idi də, deyək ki, kiməsə yaxınlaşmaq problemi var idi, ya kimsə calaşdırmalı idi. İndi seçim sənin öz əlindəsən. Görürsən ki, bu xanım deyək ki, hansısa bir tamaşa yeyib baxıb. Təəssürat deyirsən, ayla bu mənim necə ruhuma yaxındır. Yəni seçim var. Mən əslində orada o əgər anlaşa bilirlərsə, mən bilirəm ki, o uzun ömürlü ola bilər. Düzə indi çətindir nikahların uzun ömürlü olması çox çətin prosesdir. Köhnə ailələr daha çox möhkəm olur və biz bir nümunə çəkdik və doğrudan da belə deyək, qəbzi, məhəbbətin qəbzi, ilk sevginin, o ailə təməlinin qəbzləri mən hesab edirəm. Burada gör nə qədər məktublar var. Məsələn, bu məktublar hamısı Xalidə xanımla Eldəniz müəllimin deməli mənim yazdığım məktublardır. Yazışmaları ki var. Hər gün. Hər gün, yəni o dövrdə təbii ki. Orada hətta bir məktub var, yazıram ki, bu gün sənə 3 dənə məktub yazmışam. Amma bir dənə cavab almışdınız. 3 məktub. Cavablar gəlirdi də, gəlirdi. Ləngiyəndə yəqin ki, narahatlıq olurdu. İndi o dövrdə biraz çatdırmaq da. Əlbəttə gedib, bizdə Muskamecanın yanında teleqraf var idi. Belə gedirdim, pul atırdım, oturub telefonla danışırdım. Yəni orada günlərlə, yəni hər gün getdiyim olub. Xalidə xanım, Eldəniz müəllim kifayət qədər tanınan, eyni zamanda öz xarakteri ilə seçilən bir insandır və biraz da çətin adamdır. Bəli. Siz orada hətta kitab təqdimatında dediniz ki, mən ona dözmüşəm, belə bir söhbət oldu. Yadımdadır. Çətindir da, hə, belə bir kişi ilə. Amma maraqlıdır da. Amma maraqlıdır. Maraqlıdır. Daxili zəngin, dünya görüşü. Demək, tez-tez toqquşursan da. Toqquşmalar olmalıdır da. Toqquşmalar olmasa həyat maraqlı olmaz ki. Amma bu yaxşı mənada toqquşmalardır. Bir də ki, mənim xəsiyyətimdən də çox şey asılıdır da. Siz də yola gedən adamsınız. Elə gedənəm, hamı ilə yola gedirəm. Biri məni söysün, yaxınlaşıb qucaqlayacağam onu ki, sən çox gözəl insansan. O dəqiqə o səhvini başa düşəcək və yəni davaya gedən deyiləm, intriqa, heç sevmirəm. Ümumiyyətlə, özümün öz dünyam var. Bu Eldəniz müəllimlə Xalidə xanımın toy günündən olan. Səadət Sarayı. Səadət Sarayında artıq. 76-cı il. Bəli. Göz necə xoşbəxtəm, gülürəm. O cür oğlanı qabarlamışam. Eldəniz müəllim də uca boy, çox gözəl. yaraşıqlı və onun elə Qaçaq Nəbi filmindəki rolu,
Mirzərol. O əslində elə özü idi. Bəli, özü. Özünü oynayıb. Drama çox sevirdim. Hə, orada məsəl üçün indi o sevməsin. ədalətli olmaq. Görürsüz, ona görə gəldi Nəbinin yanına. Baxın, bu da Məcid Məcididir. İran rejissoru Məcid Məcidi. İranda şəkil Gözəl xanımla şəklimizdir. Oy, nə gözəl. Bəli. Çox şeylər var, çox şey gətirmişəm. 2008-ci il Bəli. rejissor Məcid Məcidi, Gülzar Qurbanova və Xalidə Quliyeva. Təbriz. Bəli, bəli. İtkin Bay filmindən. Mən belə hesab edirəm ki, Eldəniz müəllimdə də məsələn səs görünsə də Yox, çox yumşaq adam. Çünki o bir dəfə Zemfira Sadıqovanın yubileyində biz orada hamımız bir yerdəydik. Orada hətta o yubiley veriliş formatında da orada Eldəniz müəllimin çıxışı var. Orada bir dənə çıxışın əvvəlində çox gözəl bir söz. Yəni biz oturduğumuz restoran adı Armud restoranı idi. Armud restoranı idi və Eldəniz müəllim deyir ki, biz indi hal-hazırda Armud restoranındayıq. Armud gözəl meyvə falan və bu Armud restoranının gözəl müştəriləri var. Elə bir təqdimat verdi ki, o müştərilər də çöndülər, gəldilər ki, ay Allah, onları da qiymətləndirdi. Onlar hər biri deyir, gözəl insanlardır. Yəni onlara elə bir dəyər verdi ki. Bəli, yəni, yazıcıdır. Yazıcıdır, amma hər şeydən əvvəl vətəndaşdır. Heç bir ədalətsizliyə, yəni heç vaxt dözməz. Mənə də deyir, sən niyə susursan? Cavab ver də, belə de, belə danış. Deyirəm, yox. Mən artıq çoxdan anlamışam ki, danışmağın xeyri yoxdur. Deməyin, heç nə düzəlmir. Bax, hər sahəmizdə. Amma Eldəniz müəllimin kitablarında o cəmiyyətin problemləri işıqlandırılır. Özüdür də, o kitab onun özüdür. Özüdür və o qədər ironik yanaşdığı məqamları var. O ironiyada həm də bir faciə də var. Çox böyük faciə. Ona görə mən Eldəniz müəllimə can sağlığı arzulayıram. Mən də. Xalidə xanım arzulayır və həqiqətən də mən fikirləşirəm, belə insanların qədri bilinməlidir. Çünki onlardan öyrənmək lazımdır. Bir gün Eldəniz, demək, Avropaya 16-cı ildir, getdi, tək getdi. Oğlum oradadır, nəvəm də oradadır, Praqadadılar. Və şəkil göndərdi. Baxdım o şəkilə, bu dediyim sözün o qədər dərin mənası var ki. Dedim, Eldəniz, sən Avropa sənə necə yaraşır? Necə sən yaraşırsan? Elə bil ki, bəşəri düşünən, bilirsən, hər şeyi bəşəri düşünmək özü balaca bir şey deyil. Bir insandır, bəli. Ona görə... Sanki hamının yerinə düşünmək, belə bir fikirlə deyərdim. Moskvada oxuyanda deyirdim, gəlmə, qal orada, biz də gələk. Yəni, daha geniş, daha nə bilim, daha maraqlı olsun hər şey. Düşünürdüm bunu mən, düşünürdüm. Baxmayaraq ki, mən vətənimin bir qarışını heç kimə, heç nəyə dəyişmərəm. Bugünün özündə də imkan var getməyə. Neçə illərdir getmək. Qızım deyir, mama gedək, deyirəm, yox. Mən getmirəm, kim gedir, getsin. Mən buradayım. Burada mənə rahatdır. Xalidə xanım, Moskvada görüşmüsünüz da, Eldəniz müəllimlə? Orada görüşləriniz olur mu? Getdik, Afağı da götürdüm, getdim. Qızımın 2 yaşı vardı. Demək, qatara mindik. Moskva-Bakı qatarı gedirdi. Demək, pişirdiklərimlə aş, dolma, hər şey, yağacan, nə bilim də yadımda qalan nələr pişirib qoymuşdum. Orada da demişdim provodnitsaya ki, xaladelnikə qoyaq bunları da. Həm də soyuq ayıdı, şəkillər var, onlardan gətirmişəm. Deyim də sənə, 2 yaşı varsa 79-cu il. Getdik, bizi qarşıladı peronda, görüşdük, getdik yataqxanaya. Demək, çox maraqlı idi, dostları gəldi. Eldənizdə yaxşı xörək yemək pişirməyi var. Amma yəqin ev yeməyi üçün darıxmışdı. Hələ cavan idi də. Nə bilim, mən də işləyirdim, oxuyurdum. Elə bir deyim ki, bir qəşəng əlimlə hər şey gəlirdi, hələ yox. Yəni, sənətlə məşğul idik. Elə tez bazar nəsə pişirərdik. İndiyə necə mən ancaq aş, dolma, stalisli salat. Mənim menyum budur, doğğa. Mən deyirəm, ad günündə olanda bunlar əskik olmasın. Mən tənək dolmasını çox sevirəm. Aşı da, ancaq tənək dolmasını ən çox sevirəm. Belə getdik, qarşıladı, bəli, orada olduq, getdik Astankinaya, getdik, nə bilim, parka getdik. Teatra getdiniz? Yox, teatra getmədik. Orada bilet tapmaq da biraz çətin məsələ idi. Bəlkə də ona görə
nə bilim, getdik, dəydik, gəldik. Qatarla getdik, gəldik. Maraqlı. Ona görə qatarı çox sevirəm. Qatarla ümumiyyətlə Çox daha sevirəm. maraqlıdır. Hə. Xalidə xanım, Eldəniz mənim qısqanc adamdır. Hə, hə. Bu filmlərə çəkiləndə yəni bir Yox, o dərəcədə göstərmir də, amma ki ondan beşbətər mən qısqancam. İndinin özündə də telefonla danışanda kim idi? Mədəni surətdə. Baxır bilir niyə soruşuram. İkimiz də bir-birimizin tayıyıq. qısqanclıq məsələsində Yox, indiyə qədər qısqanırıq. Bəli, o da mən də. amma Amma bəzən mənim bir həyatda gördüyüm valideynlərimdən, qardaş bacılarımla, mən qardaş bacılarımı da çox sevirəm. Dəhşət dərəcə çox istəyirəm. Xalidə xanım, üzr istəyirəm. Elə qardaş bacı dediniz, bir dənə bu məqama toxunum, diqqətimdən qayıdır. Necə bir ailədə böyümüsünüz? Yəni valideynləriniz, bacı qardaşlarınız, bunlar kimi necə olublar? Mən demək, anam evdar qadın idi, Maştağalı qızı idi. Atam da Şuşalıdır. Mən əslən Şuşalıyam, Məşəd Rəhmin nəvəsiyəm. Mən babam məsəl üçün həmişə şeyxin yanında Gövhər ağa məscidində oturardı. Hətta şeyx Kərbəlaya gedib gələndə öz oğlunu əmim İrzanı gətirib ki, mən sənə qurban verirəm. Kəs bunu kəsərəm deyir, bu başını sənin ayaqlarının altında. O dərəcədə inanclı idi. Bəlkə ona görə mən sonra Məşədə getdim. İranda film çəkilə-çəkilə mən getdim. 45 gün Məşəddə qaldım. İmamrızada 10 gün gecə qaldım. 8-ci il, 2008-ci il. Hə, çox maraqlı. Danışdıqca deyirəm nə maraqlı həyatım olub. Öz valideynləriniz Demək, mən anamı 10 yaşında itirdim. 11 yaşında itirdim. Hə, və anamı dəlicəsinə sevirdim. Dəlicəsinə sevirdim. Dedilər, bu qız qalmayacaq. Amma qaldım. Allah saxladı. Bu günə qədər məni Allah saxlayır. Hər işimi Allah qurur, Allah quraşdırır, Allah yoluna qoyur. Bugün mən buradayamsa, sənlə müsahibə verirəm burada, bu məkanda. Son vaxtlar möcüzələr baş verir. Gözləmədiyim bir hadisələr gəlir başıma. Deyirəm, bunu Allah təşkil eləyib. Sağ olsun, çox şükür deyirəm ona. Çünki mən də onu sevirəm ona görə. Siz bax belə danışdınız, Gülzar Qurbanovanı xatırlayıram. O da bizim dostumuzdur, sizin də mənimdir və o da sizin kimi çox inancılı və bax eyni sizin kimi cavablar verir. Doğrudan oxşayırıq hə. Çox, yəni çox istəyirəm onu. İnancılı olmaq, Tanrıya, Allaha bağlı olmaq çox vacibdir. Elə şey olar. O qədər insanlar, demək Tanrı insanları sevdiyi qədər, insanlar da tamağı sevir. Tamahı sevir. Tamağı o qədər sevir. Bu Xalidə Quliyevadan bir aforizm deyərdim. Xalidə xanım, sizin fikrinizi? Uğurlamışam. Özəlləşdirmişsiniz. Özəlləşdirdim. Çünki çox bəyəndim o fikri. Çünki son zamanlar insanlar çaşıblar. Çaşıblar və Allah axırın xeyir eləsin. Heç nə demir. Və çaşanda da insan bəzən Allah cəzalandırır. Mən görürəm ki, bilmirəm. Müəyyən vaxtlarda hansı bir zərbələr, həyatdan bir zərbələr alan. Bilmirəm. O haqda düşünmək istəmirəm ki, cəzalanacaqlar. Yox, istəmirəm düşünmək. Allah o qədər böyüdür ki, o qədər böyüdür ki, o elə xırdalığa getməz. Getməz. Yox. Onlar özlərini cəzalandırırlar. Onlar özlərini. Nə qədər, misal üçün, görürsən, yaşayırsan, görürsən həyatı, insanları görürsən, misal üçün də hərəkətlərini, ya bu dünyada bugün nə baş verir? Ondan danışmaq istəmirəm. Bir o qədər də sığınırsan, Tanrıya sığınırsan ki, özünü qorumaq üçün. Xalidə xanım, Qızıl Qaz filmində bir epizod var, çox maraqlı epizoddur. Bir kənd sanki yoludur və orada siz at arabasında gedirsiniz. İstədiyimi İsmail üçün alıb, amma qaldı ki, məcbur eləməyi. Elə şey olmuyor. Mən burada yox idim, Yakıda. Bəs atam haradaydı? Buradaydı. O ki sənə yazmışdı. Yazmışdı. Bəs onda nə istəyirdin? Adam kimi yaşamaq istəyirdim Yakıda. Yəni olmaz? Ay o, sənin deməyindən belə çıxır ki, biz burada papağı günə yandırırıq. Vallahi billah. Adam sənə baxanda həm yazığı gəlir, həm də... Yakov dayı, sənin sədrə yazığın gəlsin. Axı o kimdir? Allahın bacısı oğludur. Niyə mənim ürəyimin istəyinə qarışır? Ay oğul, sən 100 ildə yaşasan, yenə sədr qədər işləyə bilməyəcəksən. Onu bil. Ne üçün öz günahını başqalarının boynuna yıxmaq istəyirsən? Bəs məhəbbət?
Nə məhəbbət? Nə bilim, deyirlər məhəbbət olmayan yerdən Allah da bezardı bəndədir. Yoxsa sən elə buna görə qayıdıb gəlmisən. Sən məni düz başa düşmədin. Sınıq kuzə su götürməz. Atam evi çoxdan atıb. Necə bilirsən? Sənin istəkliyini başqasına vermək ona xoş gələr. Şəfiqənin toyundan sonra çıxıb getdi. İndi o tayda pivə satır. Pivə satır. Hə? Yanınızda bu tərəfdən Həsən Məmmədov, İvan Rıjov. İvan Rıjov. Hə. İvan Rıjov da bütün Sovet filmlərində biz onu görürük. Bəli, bəli. Maraqlı bir tipaj idi və bizim filmlərimizin əksəriyyətində də var. O cümlədən onu mən xatırlayıram, Qaraqulaq Ağbün filmində də onun rolu var, çox maraqlı rolu var. Amma bizim filmlərimizin əksəriyyətində mən görmüşəm. Necə idi onunla ünsiyyətdə olmaq, ümumiyyətlə o səhnədə Həsən Məmmədov, üçünüzün o bir kadrda getmək at arabasının yanında? İndi desəm güləcəksən. Demək o at arabasını elə sürmək lazım idi ki, onlar arxamca gələ bilsinlər, qaçmasınlar. Eyni məsafədə. Bəli, aramla. Mən də ata vurdum qamçını, at çapdı getdi. Bir də gördüm kimsə qışqırır. Allah, mən də xoşlamıram ailə şey. Nəsə elə o vaxtdan elə. Demək qışqırır, gəlir üstümə, mən də arabada deyirəm, görən nə olub. Adam kimi sürə bilmirsən, görmürsən dalınca gəlmir, gələ bilmirlər. Yavaş sür də, bu necə at sürmə? Əvvəldən desəydi, kim Tofiq Tağzadə? Kim olacaq? Hərdən bir Tofiq müəllimin, Allah rəhmət eləsin, bir xasiyyəti vardı. Vəziyyəti başa salmaq üçün çıtma ilə başa salırdı, ritmlə. Deyirdi, bax bu ritmdə, bu vəziyyət bu ritmdədir. Yəni belə. Allah rəhmət eləsin. Amma siz onu məşq eləmişdiniz atla bir neçə dəfə? Yox, elə mindim, dediniz yavaş-yavaş sür zat. Bu da at getdi də, mən birinci dəfə arabada oturmuşam. Mən ağlamadım. 2 saat gözləyiblər mənim ağlamağımın dayanmağını. Dedim, özünüz günahkarsınız, ağlatmayaydınız. Ağlayıram, özümü öldürürəm ki, bu niyə qışqırdı üstümə, niyə belə oldu, niyə elə oldu. Özü sizin ilk rollarınızdan bəli, ilk rolunuz Qızılqaz, bəli, Qızılqaz, Validar rolu. Bax, o rola baxıb Həsən müəllim məni Nəsimiyə dəvət elədi. Məhz o rola baxıb, maraqlı. o filmə baxıb. Bəs orada ağlayanda Ağladım. o İvan Rıjov, Həsən Məmmədov ona gəlib təsəlli verirlər. Ümumiyyətlə, ruslarla çox asandır işləmək. Çox asandır. Bilsən, nə qədər açıqdılar onlar. Mən birini qoyub, birini danışmaq istəyirəm, o bir məqama toxunum. Demək, mən aktrisa haqqında, yəni formalaşmış bir fikrim vardı, aktyorlar, aktrisalar. Öz cəmiyyəmizə baxa-baxa görürdüm ki, nədir, nə döyürdə. Mən getdim festivala, o 76-cı ildə. Orada kino evində film təqdimatı idi. Biz oturmuşduq və Bandarçukun qızı filan. Natalya Bandarçuk. Bəli, və bir neçə aktyorlar zatlar. Gördüm, gəldilər, oturdular. Mən elə tanıb baxdım, bu Natalya Bandarçuk. Nə qədər sadədirlər. Nə kosmetika var üzündə, nə heç nə yoxdur. Nə deyim, geyimi belə geyinib gəlib, nə ayrıb, neyinib, heç bir şey yoxdur. Cömin var idi, kino tənqidçisi. Getdik kitab almağa, kino tənqidçisi Cöminin kino tənqid, o kitab məndə durur. Mən onu götürdüm. Kino tənqidçisi vardı, məşhur rus kino tənqidçisi. O da istədi götürsün. Dedim, mən də istəyirəm. Mən götürdüm ki, mənimdir. Vermədim ona. O qədər sadədirlər. Mən onda dərk elədim. Bəlkə də indiki sadəliyim ondan irəli gəlir. Budur. Bəli. Budur. Sənət budur. Sənətkar budur. Bildiniz? Bəli. Hər şey olduğu kimi. Qızılqaz filmində Hə. başqa hansı xatirələriniz var, maraqlı? Bu təbii ki, ən yadda qalan xatirədir ki, siz orada 2 saat Hə, ağladınız. 2 saat ağladım da. 2 saat heç nə. Kinodan qıraqda xatirələrim var.
qalırdıq. Bizim Mahmudov adında bir administratorumuz vardı. Yaman bizə qulluq elirdi. Yaman yeməklər hazır, köftə, bozbaş filan belə bizi yedizdirirdi. Çox yaxşı təşkilatçı idi. O çox yaxşı yadımdadır. Sonra yadımda olan odur ki, səhərəcən yata bilmirdik. Lənkəran, təsəvvür eləyirsən, setka yox, bir şey yox. Bu boyda ağcı qanadlar bizi səhərəcən qoymurdu. Demək, üstümü belə örtürdüm, dişləməsin. Leyla Şıxlinskaya nətər dişləmişdisə, üzü belə burnu şişmişdi, çəkiliş atmen oldu. Vay. Hə, çəkə bilmədik. O gün var belə hadisələr. Xırda, çünki mənim orada baş rol deyildi axı, ikinci dərəcəli rol idi, amma səbəbkar oldu. Səbəbkar oldu ki, mən Nəsimiyə dəvət aldım. Bəli, və bundan sonra Nəsimi filmi. Bəli. Təbii ki, Nəsimi filmi. Nəsimi filminə də Rasim Ocaqov baxmışdı. Demişdi, kakaya девочка, tütək səsinə birbaşa çağırdı. Ssenarını verdi mənə ki, səni çəkəcəm. Zəncirvari bir-birinə bağlı olur. Bəli. Oradan ora, Allahın oradan işi. Bəli. Tanrı işi. Bəli. Mən çox şanslı özümü hesab edirəm. Deməyə utanıram, amma son vaxtlar hamı dediyi üçün qoy mən də deyim. Demək lazımdır. Bəs siz deməsə kim deyəcək? Bax, həm birinci filminə görün hansı aktyorlarla, Turabov, Şahmar Ələkbərov, o da var idi orada, Turabov var idi, Rus aktyorları var idi. İstər o şeydə, Bakıya küləklər əsirdə filmində, istər bu filmdə, sonra Nəsimi filmində. Görün kimlər var idi, kimlərlə çəkildim. Həsən Seyidbəli, mənim üçün rol yazdı ya bu kişi. Sizin mənəvi atanız hesab olunur? Hə, sayılır. Ancaq onda mən başa düşmürdüm. Sonradan. İllər sonra, artıq yaş da biraz. Bir dəfə kinostudiyadan gedirəm evə. Şeyə düşəcəyəm, Astanovkaya. Ondan sonra oradan avtobusa minib gələcəm Gəncliyə. Gənclikdən metroya minib gələcəm 8 kilometrə. Dedim, bir də gördüm maşın siqnal edir. Mən düşürəm kinostudiyadan. Mən də baxan deyiləm axı, baxmıram. Mən fikirləşdim, bəlkə dəhlidir kimsə öz üçün siqnal verir də. Gedirəm. Bir də gördüm ki, Xalidə. Dedim, bismillah. Baxdım, gördüm Həsən müəllim. İsa Hüseynov, Həsən Seyidbəli. Gəl bura. Deyirəm, yox, mən gedirəm. Gəl bura. Boş məcbur oldum, oturdurdular mənim maşına. İndi Həsən müəllim şoförə deyir. Dedim sənə siqnal vermə, o baxmayacaq. Bax, belə. Nəsimidən sonra olub? Nəsimidən. Həmən ərəfədə olub. Həmən ərəfədə, bəli. Xalidə xanım, Nəsimi filmi haqqında təbii ki, çox danışmışsınız. Mən fikirləşirəm ki, əsas məqamlara toxunaq. Bir orada təbii ki, çox böyük aktyorlarımız var da, həqiqətən də bu, amma sizlə Rasim Balayevin, belə deyək, ilk böyük roluydu və tandem çox gözəl alınmışdı ki, sonra xoşbəxtlik qayğılarında da siz. Yox, onunla... Hə, xoşbəxtlik qayğılar sonra oldu. Sonra oldu. 76, Nəsimi 73-cü ildə oldu. Bir dəfə siz bir kitabda demişsiniz ki, kitabdan oxumuşdum mən deyəsən, Nəsimi filminin çəkilişlərinə gedəndə, artıq motor veriləndə birdən deməli, Həsən Seyidbəli deyir ki, nəsə çatmır. Deyəsən, kiminsə tacı qalıb. Teymur Ləngin. Teymur Ləngin papağı. Bəli, qalmışdı. Öz cəngidə çəkirdilər, neçə min adam. Təsəvvür eləyirsiniz, kino çəkilir də, film çəkilir. 30 avtobus düzəlib, 20 yanvar, bax belə sıra ilə bir-birindən. İçi bütün əlbəsələrlə bir yerdə, hamı geyinmiş halda, papaqları, qılıncları filan. Avtobuslar doludur. 30 avtobus. Gedir cəngiyə, orada düşürdürlər. 5 dənə administrator var idi, neçə rejissor assistenti vardı, nə bilim daha deyim də sizə, təşkilatçılıq yüksək səviyyədə idi. Necə olub ki, o yaddan çıxıb? Çıxıb da, olur da. Yəqin Yusuf müəllim yadından çıxıb otaqda qoyub gəlir, primer otağında. Özə ki, o da əsas personajdır orada. Bəli. Papaq da olmasa düz gəlmir. Hə, əvvəl şeylədilər, gördülər ki, papağı yoxdur, kameranı qoyublar. Sonra gördülər, papağı yoxdur, təzədən saxladılar. Getdi kinostudiyadan, gətirdi qrim otağından papağını, gətirdilər, qoydular. İndi istəyirlər çəkməyə, yağış yağır. Artıq Rasim İsmailov, Allah qəni rəhmət eləsin. O da sonra mənə öz filmində çəkdi, Rasim müəllim. Onunla çox rahat idi, çox mədəni adam idi. Böyük daxili mədəniyyətə malik idi. Hələ danışıram indi, elə biləm nağıl danışıram Allah. Nağıla dönüb artıq. Xalidə xanım, bəs bu papaq, getdilər, gətirdilər. Neçə saat vaxt getdi ona? Hə də, kinostudiya cəngidən ora get, bir də qayıt, ancaq onlar 2 saat çəkər də. 2 saat çəkər. Gün də batır.
Təbii ki. Tezdən getmişdik, hələ günə var, batmağına var idi hələ. Demək, elə bil sonra çəkiliş papaq gəldi, qoyuldu başı, hərəkət başlayanda yağış yağdı. Stop elədilər, demək, kameranı qoydular dağın, təpənin başına. Oradan zonçikdə belə çətir düzəltdilər ki, çəksin, çəkildi. Baxanda məlum oldu ki, masovkada kimsə çətir götürüb başına belə qoyub dayanıb. Vay vay, Ki, yarış buna bir nəfərə görə təzədən çəkildi. Yəni, belə şeylər oldu, amma... Kino buna görə məşəqqətlidir. Yəni, hər adam... Çox çətindir kinoya çəkilmək. İndi, məsəl şəhərdən deyirlər ki, bəs kinoya çəkilərsən, ona çəkilmək üçün mən artıq özümü məhnən hazırlamalıyam. Həm də fiziki cəhətdən hazırlamalıyam. Yəni, çünki mən bilirəm ki, kino çox çətin bir prosesdir. Yaradıcı prosesdir. Burada balaca bir ştrix, balaca bir səhv mümkün deyil kinoda. Və ona görə filmlərimiz, üzr istəyirəm, çox güclü alınırdı ki, axı bütün detallar, məsəl üçün orada deyə bilərdi ki, Teymur Ləngin, məsəl üçün, papağı, orada başqa bir əskərdən götürün, qoyun, tez çəkək. Onu elə, amma bəs filmin də gözəlliyi odur ki, hər şey olduğu kimi olmalı. Allah rəhmət eləsin. Yəni, əgər dünya bir Hollywood Teymur Ləng obrazını çəkməli olsaydı, Yusuf Vəliyevdən yaxşı heç kim oynaya bilməzdi Teymur Ləng. Kaş ki, onu ayrıca bir Teymur Ləng obrazında bir film kimi çəkərdilər, hə? Bilirsən, çox maraqlı odur ki, bu Nəsimi filmində obrazlar yoxdur. İstər İbrahim Xəlilullah, istər Yusuf, başı kəsilən. İstər mənim obrazım, istərsə Nəsimi, Məmməd Rza Şeyxzamanovun obrazı, özü baş qəhrəman. Bütün obrazlar baş qəhrəman ola bilərdi. Yusuf Vəliyevin obrazı. Yəni, filmi ssenarini dəyiş, baş qəhrəman qoy Teymur Ləngi, baş qəhrəman qoy Səməndər Rzayevi, məsələn. Səməndər Rzayevi, İbrahim Xəlilullaha kompromisə gedən padişah nə də uduzur, nə də udur. Bir də ən çox da mənim faciə və obraz kimi Şeyxzamanovun yaratdığı obrazdır ki, balasının ölümünə razı olur, ideologiya xatirinə, ideologiya. İnsanı məhv edəyəndə ideologiyadır. Bəli. Bu Ceyran müəllimə, sinif rəhbərimin bağışladığı kitab. Xalidə xanımın Sinif rəhbəri Ceyran müəllimə, Allah rəhmət eləsin. Onun bağışladığı kitab hələ də qoruyub saxlayır. Necə sadiqdir. Yox, məndə bir arxivdir. Bu da mənim sinifim, 70-ci il. Müəllimlərimiz, mənim şəklim. Burada da şəkil var. Neysə. Çox gözəl. Çıxır bir-bir. Xalidə xanım, mən filmlərə, deməli, Nəsimi filmində başınıza bir əhvalatda gəlmişdi ki, deyəsən orada əlinizi xərçəng işləmişdi. Hə, onu həmişə danışıram. O ki, səhnə idi ki, mənim atamı edam eləyəcəkdilər, Nəyimini. Demək, mən də getmək istəyirdim orada, elə bil ki, can atırdım ki, orada olam. Heç olmasa atam məni görsün orada. İştirak eləyəm o səhnədə, dəstək olam atama. Bəlkə də xilas eləyə bilərəm o düşüncə ilə. Məni qoymadılar getməyə, Nəsimi də qoymadı, filan beşməkan. Mən orada elə bil etiraz eləməli idim. Mənə o mezanı Həsən müəllim deməmişdi. Heç birisini deməmişdi. Dedi, sən getmək istəyirsən, vəssalam. Ümumiyyətlə, mənə Həsən müəllim heç bir səhnəni deməyib. Deməyib ki, belə oyna, filan. Həsən, özüm oynamışam. Bütün rollarımda özüm oynamışam. Sadəcə istiqamət verir. Hə, istiqamət təbii. Demək, mən qaçdım dala, dırmaşdım o şeylərə, qayalara, yuxarı çıxdım. Sonra əlim elə bil ki, isti bir şeyə dəydi. Düşdüm aşağı, çırpındım, Nəsimini döydüm. Həsən müəllim deməmişdi döygünə. Sonra o isti şey nəysə, belə elədi müəllimi, cumdum Nəsiminin üstünə. Onu başladım vurmağa. Bırak məni, bırak. Sakit ol. İndi gedərik. Otur, dincəl.
vəsiyyətnamə? Üzr istəyirəm, Rasim Balayevi vuranda Nəsimi, o çaşmadır, yəni bir... Yəni, Yox, çaşmadı. O da- Bayıla bəy vurmamışdım axı. Yəni gözlənilməz idi da, belə deyək. Yox, o şeydir də, mübarizə kimi Bəli, bir şeylə, etirazım idi. O mən Fatimənin etirazı idi. Elə bil ki, sonra əyləşirəm yerə və orada səhnə bitir də sonra tamam qutarandan sonra hamı cumdu üstümə. Xalid, tez Həsən müəllim də baxdı, Əlivə baxaq nə olub. Deyirəm, heç nə olmayıb, heç nə. Deyir ki, əqrəb idi, əlində tulladın, qaçdı, gördük. Onlar amma görürlər. Görürlər, hə. Deyirəm, vallahi. Gör necə rola daxil olmuşsunuz. Təsir əks təsirə bərabərdir deyirlər də. Elə oldu, o məndən qorxdu. Emosiyalarımdan. Mənə gəlir ki, Xalidə Quliyevanın həyatda vizit vərəqidir bu film. Nəsimi filmi. Bütün dünyanı gəzmiş filmdir və birlikdə Rasim müəllimlə onlar... Bugün də məni o filmlə tanıyırlar. Bəli. Bax, bu qara eynəyimi, baxın, performans göstərəcəm. Geyinirəm belə, minirəm taksiyə, deyirəm filan yerə də, uca konum atmışıq, gedir. Çönür belə, siz aktrisa deyilsiniz, Nəsimi filmində çəkilən aktrisa deyil. Dərhal tanıyırlar. Dərhal, küçədə qadınlar, mən bu eynəksiz heç ara çıxmıram. Həm görməyə görə də, həm də belə. Bəli. Görürəm bir qadın yaşıq, biz sizi çox istəyirik, mən sizin pərəstişkarınızam, siz Nəsimi filmində çəkilmişsiniz. Demə, arxivə zəng vurmuşam, mənə metrikanı təzələmək lazım idi. Metrikam itmişdi. Demək, zəng vurmuşam, deyirəm filan, mən nə vaxt gələ bilərəm, metrikanı təzələmək üçün nə gətirməliyəm. İstəyirsiniz, mən özümü təqdim edeyim. Dedi, xeyr, təqdim eləm. Mən sizi səsinizdən tanıdım. Mən səsimdən də tanıdım. Hətta. Yəni, belədir də, Xalidə belədir. Xalidə xanım, mən istəyirəm, bir neçə il öncə belə bir status paylaşmışdım. Sovet filmi var idi, filmin adını xatırlamıram, amma başrolda Nikolay Kryuchkov, belə bir aktyor çəkilmişdi. Orada Kryuchkovun obrazı, o sürücü deməli, burada qeyd eləmişəm, Batya obrazındaydı, sürücü Batya obrazında və xeyirxah sözcü idi. Bəzən deyək ki, kimsə pulu yoxdursa, onu aparırdı mənzil başına və yaxud da ki, bir dəfə maşında bir gənc qız oğlan əyləşir və o görür ki, bu başında oğlan qıza artıq hərəkətləyir və qız bundan narahatdır. Axı, bunlar sevgili olsalar da qız bundan narahatdır. Və Batya, həmən bu obraz, qayıdır onun cavabını verir ki, əgər bu xanım buna razı deyilsə, maşını tərk edər və düş və o qızı aparır mənzilinə çatdırır. Mənzilinin qabağında görür 5-6 oğlan var. Deyir ki, mən sizi evinizə kimi aparacağam. Yaşlı kişi də aparır evinə kimi. Və orada siz belə bir maraqlı bir şərh yazmışdınız. Mən onu özüm həmişə... Mən yazmışam. Bəli. Bizim bugün bu cür filmlərə ehtiyacımız var. Bəli, yaxşı. Həyatda belə hadisələr çoxdur. Amma nədənsə mənəvi, əxlaqi dəyəri olmayan filmlər üstünlük təşkil edir. Susuram. 3 nöqtə yazmışsınız. Və mənə elə gəlir ki, bu mövzuda da filmlər çox lazımlıdır, tərbiyəvi əhəmiyyəti olan. Yaralı yerimə toxunursunuz. Yaralı. Mən efirə baxıram, vaxtım olanda, vaxt ayırıb ekrana baxıram, televizora baxıram. Mən nə görməliyəm? Mən axı artıq bugün biz yaşadıqlarımızın içində o qədər, məsəl üçün, şeylər var da, kontrastlar var, gah yaxşı olur, gah pis olur, yorulursan, əziyyət çəkirsən filan, artıq bəzən həyatdan nifrət eləyirsən, deyirsən, əşi bu nədir filandır, beşməkanda. Sən gəlirsən, nə axtarırsan? Biz əvvəl televizora nə üçün baxırdıq? Mən rus filmlərini o qədər bəyənirdim ki, mən rus filmlərinə baxırdım əksər hallarda. Çünki o qədər onlar işıq verirdilər, ümid verirdilər bizə. Baxın, bu gözəl mövzudur. Bu ən vacib mövzudur bugün. Bizim bugünkü kinoda çatışmayan mövzumuzdur. Bizim kinolarımızda işıq yoxdur, ümid yoxdur. Bizi sabaha ruhlandıran, sabah tezdən belə gülümsəyərək ayılmağa məcbur eləyən yoxdur. Bu yaxınlarda mən bir filmə baxdım, hərçənd ki, 1-2 ilin filmidir. Rejissor Qırğız filmidir, Akunda adı rejissorun, familiyası yadımda qalmayıb, Qırğız filmidir. Cənnət ayanaların ayaqları altındadır filmi. Ne gözəl. Siz görsəydiniz o filmi. 2 iştirakçı var. Mənə belə film lazımdır.
Bəli. Mənə Kukuşka kimi film lazımdır ki, axırda şüşəni sındırır, çıxır azadlığa çıxırlar. Demək, o filmdə iki qəhrəman var. Bir anadır, bir baladır. Balanın 30 neçə yaşı var, xəstədir, ruhu xəstədir. Tam yox, 50%. Ana da qocadır, çox qocalıb. Ananın arzusu Məkkəyə getməkdir. Oğlan ananı arabaya mindirir, əl arabasına. Düz Məkkəyə qədər. Orta Asiyadan Məkkəyə qədər. Tüklərin biz olur. Nə? Bu, hətta güllələr atılır. Bəzi Əfqanistanda vuruşmaq zad olur da, elə bil ki, mübarizə yerli vətəndaş kimi. Ona deyirlər, sərhəddə deyən polislər deyir, getmə, bu sözə baxmır polislərin. Araba ilə o güllələrin arasından keçir, güllə bunlara dəymir. Gəlir Məkkəyə çatır. Anasının arzusunu yerinə yetirir. Anası orada ölür, qoca. Orada dəfn edirlər. Görün, ananın arzusu necə yerinə yetdi. Çox təsirli mövzudur əslində. Hə, bu oğlanı da orada, mən onu sənə göndərəcəm linkini, mütləq göndərəcəm. Demək, oğlan qayıtmalıdır axı, orada yerli o səfirliklər, zatlar tanıyıblar, yığılıblar ki, biz səni samalyotla deyiyor, mən necə gəlmişəm, elə də gedəcəm. O vəziyyətdə qayıdır yerinə. Hə, o vəziyyətdə. Və gedir. Bilirsiniz necə işıqlı filmdir, bilirsiniz necə filmlər. Bizə bugün belə filmlər lazımdır. Onsuz da həyat çətindir, amma belə filmlər bizi xilas edir. Aydın xanım, mən də... Yəni, o batan adama bir daş atmaq yox da, batırıq da. Əl uzatmaq, onu çatmaq. O kruq var, belə, spasatelini, onu atmaq lazımdır da. Bəli. Bizə o spasatelini, kruqu atan kino lazımdır. Bu yaxınlarda 100 illik yubileyi qeyd olundu. Marlen Kutsiyev. Marlen Kutsiyev çox gözəl rejissor olub və onun bir filmi var. 2 aktyor çəkilib. Andrey Myakov və Rastislav Plyat. 2 aktyor, 2 saata yaxın filmdir. Qaynata kürəkən mövzusu, qızının evinə gəlir. Adı nə idi filmin? Sonrakı söz. O qədər gözəl, o qədər orada... Linkin göndər mənə. Göndər mənə, baxacam. Mən o filmi, hətta Efidə də danışmışam ictimai kanalda. O filmi mən hər gün baxaram ki, orada olan ibrətamiz söhbətlər var, söhbətlər. Mən o qədər kövrəlirəm elə filmləri görəndə. Məsələn, qaynana filmi var, amma qaynata mövzusu yoxdur və kürəkən heç vaxt tanımadığı, yaxşı tanımadığı qaynatasından elə ibrətli söhbətlər eşidir və axırda onu əvvəl darıxırdı, amma axırda onu buraxmaq istəmir. Axırda amma kişi getməlidir, gedir, biletini alır, gedir və nə qədər o boşluqda qalır. Burada 2 nəfər var, başqa adamlar yoxdur. Bu filmi mütləq, çox istəyirəm ki, bu filmi hətta dublaj eləsinlər, Azərbaycanca bu insanlar baxsın. Rusca, originala baxmaq xoşlayıram mən. Xalidə xanım, gəlirik növbəti söhbətlərimizə. Bizim ən çox sevdiyimiz, həm gözəl filmdir, həm ağır filmdir, Tütək səsi filmi. Və bu həqiqətən də Rasim Ocaqovun belə bir gözəl şedevrdir ki, müharibə mövzusu, müharibə yoxdur orada, amma müharibənin ağrı azısı var. Müharibəni gözləri ilə yaşayan insanlar. Sizin orada hər biriniz, hər bir aktyor, hər biriniz gözünüzdə elə bir ki, orada da müharibəni yaşayırsınız. Demək, Tütək səsi filmi bu yaxınlarda keçən il idi, təqdimatı oldu yenə Azərbaycan Kino Teatrında. Kino İttifaqı bu tədbiri təşkil elədi. Və mən bir də baxdım o filmə. Bir də baxdım və doğrudan da orada elə dəhşətli hadisələr baş verir ki, orada dəhşətli ailə zəminində, ailədə baş verən hadisə gəlib müharibəyə bağlayırlar. Yəni, müharibənin arxa cəbhədə törətdiyi faciələr, hətta müharibə dəyərlərimizə qədər bizi məhv eləyir. Yəni, müharibə elə bir axmaq bir hadisədir ki, elə bir ziyanlı bir hadisədir. Hətta nəinki, məsələn, fiziki cəhətdən çörəksiz qalırsan, duzun yox, qəndin yox, çayın yox, iqtisadi böhran olur da müharibə olanda. Hətta mənəvi dəyərlər də məhv eləyir. Yoxsa ki, o 2 oğul anası. O mövzu bugün təzəlik ki, mən onu anlamışam. Mən onu qəbul edə bilmirəm. Azərbaycan qadını, 2 oğul anası, o yaşda oğlanları var evlənməli yaşında. Və həyat yoldaşı da müharibədəykən. Bəlkə də ölüm gəlib, amma o tək deyil ki. Ümid var axı. Deyirsən, nə olsun, məktubdur da gəlib, qayıdacaq. Milli onu deyir də, əskər gəlir, film də simvolik bitir də. O evə kişi salmazdı.
heç bir Azərbaycanlı qadın onu eləməzdi. Eləməzdi və mən buna heç vaxt inanmaram. İnanmaram, amma bu gətirib elə şeyə çıxardır ki, bu kinodur da, kino yaradıb bu Rasim Ocaqov. Allah qəni rəhmət eləsin ki, müharibənin törətdiyi faciədir. Fəsadlar. Hə, onun heç bir şəxsə, yəni millətə adiyyəti yoxdur. Hər yerdə bu baş verə bilər. Yəni müharibə budur. Xanım, Şəkli budur müharibənin. Siz bir milli olaraq orada axırda gələn əskərin kim olmasını istəyərdiniz? O ağsaqqal Məmməd Rza Şeyxsabanovun qəhrəmanı, onun övladının gəlməsi yoxsa o uşaqların atası Muxtarın? Çətin bir rəqəmdir. Çətin sualdır. İkisi də gəlsəydi daha yaxşı olardı. Amma orada bir nəfər gəlir. Şeyxsabanovun. Hətta necə kövrəlirəm mən o epizoda baxanda, o ruhani havası alır. 9 dublə çəkilib o, 9 dublə. Hər dubldə Şeyxsabanov rəhmətli ağlayırdı. Biz də baxırdıq ona. Mənim üçün də ağlamaq çox çətindir. O vaxtda çətin idi ki, mən bilirdim burada ağlamalıyam. Ay Allah, həyəcan keçirdirdim ki, necə ağlayacağım, görən alınacaq məndə, görən alınacaq. O proses çox şeydir, konsentrə olmalısan da. Kino ümumiyyətlə konsentra sənətidir. O məqamda sən o vəziyyəti verməlisən. Siz o məqamda oradaydınız, yoxsa oradaydım, tamaşa, yox, baxırdıq biz. Bizi də çəkirdilər onda. Hələ nəzərə alsaq ki, Məmməd Rza Şeyxsabanov özü çalmırdı təbii ki o sazı. Amma elə bil özü Amma elə bil necə o enerjini ötürə bilib. O dövrün sənətkarları ümumiyyətlə. Hər dəfə özü də ağlayırdı. Hə, özü də deyirdilər ki, mən bilmirdim, oğlanları, uşaqları yığırdı ətrafına. Onlarla elə birlik yaratmışdı, onlarla söhbətlər eləyirdi. Onlara, məsələn, gələcək həyatları haqqında müraciət eləyirdilərsə, məsləhət verirdi. Çox xeyirxah bir insan idi. 9 dublün 9'unu da ağladı Rasim müəllim. Rasim müəllimin ilk sərbəst işi idi də. Bəli, bilirəm. Ona görə çox məsuliyyətlə yanaşırdı. Hər şeyə məsuliyyətlə yanaşırdı. Ümumiyyətlə bütün aktyorlar orada gözəl oynayıb və Mikhail Valantir. O elə mədəni insan idi, sakit. Onunla ünsiyyətdə olmuşsunuz orada. Çəkiliş zamanı, çəkilişlə normal, yox. Bizim səhnələrimiz yox idi. Bizim səhnələrimiz yox idi, amma çəkiliş vaxtı elə olurdu ki, iştirak edirdik, gözləyirdik öz səhnəmizi. Onda görürdük, baxırdıq. Yəni elə bir fiziki malik idi ki, quruluşa. Özü hər şey danışırdı, bir baxışı, sakit baxışı hər şey danışırdı. Çox mülayim, sakit, çox güclü aktyordu, həqiqətən. Çox istedadlı aktyor idi. Onun o filmləri var, Qaraçı filmi var. Bəli. Hətta suallar vermişlər. Mən görsən çox zənglər olur, müsahibə verirəm. Həmişə çalışırlar ki, mən
qaşıyam oradan bir qan axmayan yerdən qan çıxardanda, məndə də yoxdur, mən уже bilirəm nə etmək lazımdır. Deyir, niyə, məsəl üçün, bizdə elə aktyor yox idi ki, çəkilsin, niyə onu çəkiblər? Dedim, biz o vaxtı bir dənə dövlətimiz vardı, o da SSR. Hamımız SSR ilə bizim iqtisadi əlaqələrimiz, mədəni əlaqələrimiz, istəyir kino, istəyir teatr, istəyir nə bilim musiqi, hər şey bir-birimizə bağlı idik. Bir-birimizdən aktyor qəbul edirdik, bir aktyor verirdik. Rasim Balayev nə qədər xaricdə çəkilib, Akif Əli nə qədər çəkilib xaricdə. Məni dəvət eləmişlər. Getdim orada elə darıxdım ki, bir günə getmişdim. Qaydanda dedim, mən bir də bura gəlməyəcəm. Afaq var idi, qızım vardı, çox darıxırdım. Sonra çağırdılar, syomkaya getmədim. Dedim, yox, mən Bakıda çəkiləcəm. Xalidə xanım, mən fikirləşirəm ki, kimlər ki dəvət olunub, onların hər biri öz işini layiqincə görüb. Mütləq. Və fikirləşin, bəyənirdilər bizim aktyorları. Monsieur Jordanda Sergey Yurskini oradan çıxarsaz, o film zəif görsənməz. Yəni, biz o hərəsinin öz yeri var. Hətta mən deyərdim ki, bu günlərdə mənə zəng vurmuşdu, çox sevindim. Ad günü filmindəki o başroldakı David Uprisaşvili. Mən belə WhatsApp-da da yığmışdım məni, belə özümü itirdim. Yəni, o da o obrazın haqqını verib. Həqiqətən, sadəcə bir nəfər mənə filmlərimizdə biraz mənim fikrimdir, bu subyektiv, uyğunsuz görürəm. O da Yol əhvalatı filmindəki gürcü aktyor. Qalan hər bir adamı mən uyğun görürəm. Mən elə bütün filmlərimizdə bizim aktyorları uyğun görürəm. Volonterin yerinə çəkilə bilərdi. Amma Rasim Ocaqov hamıya eyni gözlə baxırdı. Onu xoşlayırdı. İlyavanı dəvət elədi. Bəyəm İlyavanı oynayan aktrisamız yox idi. Kalyagin İstintaqda. Bəli, İstintaqda Kalyagin. Necə gözəl oynayıb. Təbii ki, Səməndər Rızayev səsi də o rolu gücləndirib. Səməndər də oynaya bilərdi. Bizdə volonteri Şahmar Ələkbərov oynaya bilərdi. Hamlet Xanzadə oynaya bilərdi. Həsən Ağa Turabov. Bu rejissor belə görüb, belə də çəkib də. Ancaq onlar da onun haqqını veriblər. Yəni onlar veriblər. Çünki onlar özləri də balaca aktyor. Çox veriblər. Bu günlərin Moldova deyiləndə mən birinci volonter mən yadıma düşür. Çünki mən Moldovanın başqa heç kimi tanımıram. Həqiqətən belədir. Tutaq ki, Litva deyəndə Donatos Banionis olan gözünün qabağına gəlir. Mən onların prezidentini tanımıram, mədəniyyətini hansı üzvünü. Çox sevirdik biz o aktyorları. Biz ümumiyyətlə SSR-də yaşayan dövrdə biz elə bilirdik ki, vətənimiz Moskvadır. Moskva sonra Bakı. Bilirdik ki, Bakı vətən. Amma daha çox təbliğ olunurdu Moskva. Hər cürə, biz nə qədər festivallara, konsertlərə getmişəm, mən orada şeir demişəm, birinci kursda aparıblar. Yəni, Səməd Vurğunun El bilir ki, sən mənimsən, yurdum yuvam məstərimsən. Onun rus variantını mən Moskvada demişəm səhnədə. Yəni, birlik var idi, dostluq var idi, hər şey var idi. Xalidə xanım, sevdiyiniz yazıcı var? Hə, yazıcı, Eldəniz Quliyev. Onun bütün kitabını oxumusunuz? Demək olar ki. Bir dəfə 8 il öncə bir söhbətimizdən belə bir fraza götürmüşəm. Yəni, bildiyim qədərilə ən çox sevdiyiniz yazıcı Antoine de Saint-Exupéry və onun Balaca Şahzadə əsəri demişsiniz. Bəli, orada da işıq var da ona görə. Mən işığı sevirəm. İşıq gələn yerə barmaq basmaram. Əksinə, o tərəfə gedərəm. Mən istəyirəm toxunaq Tütək səsindən bağlı, Tütək səsinin filmindən bağlı başqa maraqlı xatirəniz var? Mampası məsələsi də ən maraqlısı. Mampası eşitdim, boğazınızda qalıb. Bəli, qaldı. Nə qədər mampası? 9 dubldə mampası salarsan ağzına, axırda qalacaq da boğazında. Və həqiqətən də o böyük bir faciə ola bilər də, Xalidə xanım. Hə. Çünki mampası da balaca deyil axı. Vurdular, çıxdı. Allahın işidir. Hamı orada həyəcan keçirdi. Rasim müəllim ağappaq, qarayanız idi axı. Vərəq kimi ağappaq olmuşdu. Syomkanı dayandırırıq filan. Dedim, yox Rasim müəllim, mən çəkilirəm. Dedi, yaxşı, bir yarım saatlıq fasilə verildi, sonra çəkildik. Anda qoyanda ağzıma mampasını, biraz ehtiyatlı udmadım, qaldı ağzımda, gizlətdim orada. Ne olub yine? Mısmırığın yerindən gedir. Heç. Ağsaqqalın qəzetindir. Keçən dəfə vermişdim. Cırıb eşib, papiros çəkibsiz. İşin yanında mənə xəcalətli qoyubsuz. Bunu cırmayın ha, yaxşı qəzetdir. Bizimkiler hücuma keçiblər. Baxın. Hanı? Bu de. Mampası istəyirsən? Nə? Mampası. Yadındadır. Hər gün dərsin arasında mənə bir kutu mampası yedirdin. Ey! Al da.
Sənə sözüm var. Nə söz? O gün dedim, başa düşmədin. İncimə Milli. Özün bilirsən necə istəyirəm sənin xətrini. Ancaq xahiş edirəm, bir də belə baxma mənə. Çox çətin situasiyadır əslində. Çünki danışırsınız axı həm də orada. Danışırıq həm də. Bəli, bəli. Ən belə deyək, ağır hadisə bu olub mənə Ən ağır fikirləşirəm o hadisə filmdə. bu olub. Siz orada həm də xoş niyyətli əslində insansınız. Orada düzdür, o deyir, Qılınc Qurban deyir ki, Yusif Vəliyev deyir ki, bilirsən nə ilbislər var və onu vurur həm də milliyə ki, milli əskər məktublarını aparır, Bəli, bəli. güya pulla satır falan şey eləyir və qara, amma fikirləşmir ki, məsələn bu qara məktubları o verib o adama faciə yaşatmaq istəmir. Baxın, mən həmişə müsahibələrimdə də demişəm və bu mənim fikrimdir ki, mən təzədən tütək səsi çəkilsəydi, millini baş rola çəkərdim. Baş qəhrəman qoyardım. Çünki bu qız xeyrə inanır, işığa inanır. Yəni bilir ki, gələcəklər. Doğrudan da elə oldu da. Nə qədər adam qayıtdı müharibədən. Ölüm xəbəri gələnlər qayıtdılar. Hətta üstündən 5 il keçəndən sonra qayıtdılar. Yəni şikəst olanı var, sağaldı. 1 il, 2 il keçəndən sonra qayıtdı. Yəni bu doğrudan da olan hadisələrdir və milli buna inanırdı. Yazıq balaca canı ilə inanırdı. O görürsüz, yenə müharibənin anti-humanist bir hadisə olduğunu dəstəkləyir, sübut edir bu film. Bayaq dediyim, misal çəkdim. Bu kiçik qıza bunu həvalə eləmək. Çünki ölüm xəbərini aparanda qapıya, orada qarğış eləyirdilər. Sən sağ gəlməyəydin, sən bu xəbəri sənin ölümünü, adamın ölsün, nə bilim nə. Bu qız nələri yaşamadı. Əslində böyük bir məsuliyyət onun belinə qoyublar, boynuna amma qoyublar. uşağın üstünə olmaz. Qeyri-humanist hadisə idi. O poçtalyon uşaq olmamalıdır. Bu da müharibənin fəsadlarıdır. Yəni ki, millini üzərinə belə bir yük qoymaq, belə bir məsuliyyət və onu qapılara göndərmək. Amma milli o qapılarda çalışırdı ki, xoşməramlı bir vəziyyət yaratsın ki, yəni insanlara ümid verirdi ki, yəni belə də ola bilər. Xalilə Quliyevanın ruhuna hansı daha çox yaxındır? Fatimənin xarakteri yoxsa millinin xarakteri? Məncə milli. İkisi də mübarizdilər. İkisi də misal üçün poçtalyon işini, vəzifəsini daşıyır da, orada o təşəbbüskardır. O nəsə bir özü göstərir, özünü, yəni şəxsiyyətləri, mənlikləri çox güclüdür. Nəsimidə də etiraz edir, məni oğlan paltarı geyindirirsiniz, mən də qız paltarı geyinmək istəyirəm, filan eləm, beş məkan. Yəni, o da qurbandır da, Nəsimidə də Fatimə qurbandır. Zamanının qurbanı, xurafatın qurbanı, şaqqalayırlar anasını. Qızı tapmasınlar da, varis sayılır da, Nəyiminin varisi. Tapmasınlar da oğlan paltarı geyindirirlər. Atasını da elə parçalayırlar. Çox faciəli şəkildə. Çox faciəli bir roldur. Deyirəm də hər obraz, hər obrazın, bütün yaxşı filmlərdə hər obrazın, balaca epizodik obrazın öz tarixçəsi var, öz dramaturgiyası var. Musiqi də öz yerində. Hamısı tamamlanır. Tofiq Quliyevin musiqisi. İndiyə necə qulaq asanda deyirəm, yəqin bu Qara Qarayevin musiqisidir. Fikrət Əmirovun. Baxıram, Tofiq Quliyev simfonik bir musiqi yazıb. Möhtəşəmdir. Tək səsində. Yəni, musiqi də biz hələ anlayırıq, amma yerinə yetirə bilmirik. Çünki istedadımız çatmır. Xalilə xanım, musiqi tamamlanırdı, senari tamamlanırdı, əsər, yəni hamısı bir olanda alınır da, kino onda yaranır. Bəli. Musiqi dramaturgiyanın bir qoludur. Təbii ki. Mütləq. İşıq. Orada verdiyin işıq o dramaturgiya işləməlidir. 4 Bazar günü filmi var, 75-ci ildə çəkilib. Amma bu filmi mən yadıma gəlmir, amma burada Şamil Mahmudbəyovun filmi, amma burada aktyor heyətində bu Həsən Turamov, Ələddin Abbasov, Tofiq Mirzəyev, Yaşar Nuri, Xalilə Quliyeva, Şüküfə Yusubova, Hüseyn Ağa Sadıqov, Ənvər Həsənov, Zeyfirə Sadıqova, Süsən Məcudova və daha kimlər. Amma bu film elə bir ki, digər filmlərinin uğurlu taleyini yaşamayıb. Yaşamayıb. Doğrudurmu? Mən heç onu filmə başdan ayağa baxmamışam. Yox deyib, mən tapa da bilmədim. Mən axtardım, tapa bilmədim. O filmdə... Axtardım, istədim. Oradan bir montaj eləyəm, kadrzat götürəm. Yoxdur. Şəkil də yoxdur. Çox qəribədir. Xatirələr var o filmdə. 4 Bazar günü. Yox, orada yəni belə böyük rol deyildi. Böyük rol deyildi. Demək, biz nətəri? Mən kinoaktyor ştatında işləyirdim axı. Təyinatımı aldım kinostudiyaya. Allah müəllimlərimə rəhmət eləsin, Ədil İskəndərova.
Nəysə, İskəndər özü Müəllim. bir ayrıca bir fenomen, bəli. şəxsiyyət. Şəxsiyyət. Çazov bilirsiniz nə deyib? Axı Çazov ürək həkimi filan, dünya şöhrətli ürək. Deyiblər, sən həkimsən, professorsan, zalsan, deyib yox. Mən əvvəl adamam, insanam. Qalan şeylər sonra gəlir. Bəli. Bu Ədil müəllimdə də elə idi, Adil İskəndərovda. Və yaxşı ki də onun tələbəsi olmuşam. Onunla sizin xatirələriniz də var, mən bilən. O hansısa filmə çəkilən deyib Xalidəni. Yox, Hə. belə bir şey oldu. Çəkmədim. Mən ondan qorxurdum. Çox qorxurdum. Həyatımda bu günə qədər heç kimdən qorxmamışam. Amma ondan qorxurdum. Birdən isə sözü yapışdırırdı adama. Mən də pərt olurdum. Mən vəhşi biraz xoşlamıram da belə kəskin şeyləri, situasiyaları. Bir dəfə səhnəyə çıxdım, oynayırdıq tamaşa, Almuradovla oynayırdım. Allah ona da rəhmət eləsin. Rövşən Almuradlı. Bir tamaşayı da hazırlayırdı Ədil müəllim tədris teatrında. Orada belə çox şən belə oynayırdım, gülümsəyirdim də. Saxla dedi. Bura stomatoloji poliklinikadır, deyir, dişlərimi göstərsin. Allah, elə pərt oldum, elə pərt oldum. Sonra ilk işim Fərəməz Məmmədovun diplomu işi idi. Salamlayırıq, kino operator. Orada qızı, toxucu qızı. O elə keçən və bizim söhbətimizdə də dedi, digər efirdə ki, birinci kursa girmişdim. Mənim bacımın yoldaşı kinostudiyada işləyirdi. Bəlkə də mənim kinoya gəlməyimin, bəlkə yox, 100% səbəbkarı o idi. O məni gətirdi. Fərəməz Məmmədova. Yəni mən uşaq birinci kursa girmişdim. Aktrisa olacaqdım. Dram dərnəkləri vardı. Məktəbdə mən tamaşa oynamışdım. Ümumiyyətlə idman və sənət. Mən idmanla, voleybol, basketbol, gimnastika hamısı ilə məşğul olmuşam məktəbdə. Orada gətirdi məni, prob elədilər, 3-4 qız idi. Mən təsdiq elədilər. Demək, təsdiq olunanda Ədil müəllimə deyib ki, Fəramiz müəllim, deyib ki, bəs Ədil müəllim, mən Xalidəni çəkmək istəyirəm, sənin tələbəndir də birinci kursda. Deyib, yox qadam, get aktrisa, tabi o aktrisa deyil hələ. Düz deyir də, bir baxanda düz deyir. Amma mən eşitməmişəm, amma mənə deməyim, mən sonra vermişəm bunların hamısını. Elə bil ki, bu mənə apardı Amma risk edib var Fəramiz müəllim. Ədil müəllim şeydə. Amma Ədil müəllim nə qədər şeydirsə, bir o qədər də insan idi, kövrək idi. Demək, getdi, apardı məni Gəncəyə. Orada anası gilə qoydu. Özü başqa yerdə qalırdı. Mən anası ilə, bacısı ilə qalırdım. Çəkildik filmə, gəldik Bakıda, İçərişəhərdə toxuculuq şeyi var idi, fabrika kimi balaca bir yer var. Orada çəkildik filan, qaralmaz günəş idi. Leninin şəklini toxuyurdum xalçada. Demək, Leninin şəklini toxuyurdum. Axırda qutaranda şəkli, o xalçanı xəbər çıxır ki, Lenin öldü və mən ağlayıram. Film belə bitir. Maraqlıdır, amma film yoxdur da ortada. Tapa bilmirik. Tapa bilmirik. Yəni bəlkə də hardasa qalır. Var. Moskvada zətdə ola bilər, onu gətizdirmək lazımdır. Mən çox istəyərdim. Elə bir adam olsaydı, savab iş görərdim. Çox gözəl. O mənim ilk işim idi. Demək, Fərəməz gəlir kinostudiyaya, Ədil müəllimə deyir ki, bəs Ədil müəllim, filmə də deyir, gətir baxacam. Olur da şura olur, baxırlar, baxımda. Amma deyir ki, Ədil müəllim, mən sənin sözünə qulaq asmamışam. Deyir, neynəmsən qadın? Deyir, Xalidəni çəkmiş. Gətir, baxaq, görək nə oldu. Yaxşı, gətir, baxaq. Amma sözümü demişəm ha. Baxır filmə. Sonra mənə deyiblər, həmən 1 il, 3 ildən, 5 ildən sonra deyiblər. Deyir ki, boy qadın, Xalidə aktrisaymış ki. Demir, daha səhnələrdən gəlmişəm. O səhnələrin tozunu süpürə-süpürə. Hamısına da emosional, ağlamaq, həyəcanlı, belə emosiyamı bol işlətmişəm bütün işlərimdə. Gözəl xatirələrdir və mən istəyirəm ki, mənim ən çox sevdiyim filmlərdən olan Xoşbəxtlik Qayğıları filmi. Çünki o qədər səmimi filmdir. Və o filmdə deməli Həsən Seyidbəyli çəkib o filmi və orada çox böyük aktyor heyəti var. Şəfiqə Məmmədova baş rolda, onun qızları rolunda Xalidə Quliyeva, Şükufə xanım Yusupova, sonra kimlər var? O birisi qızlar da aktrisa deyildi. Bəli. İnstituta getdim, dedilər gəldi, getdi. Yoxa çıxıb. Bəlkə xatirinə dəymisiniz? Gülxarın. Kim onun xətrinə deyə bilər? Bir kəlmə deyərsən, 5-ni deyər. Biri hindi də işləyir. Azərpoçda işləyir biri.
Əmanı Getmişdim. saxlayırsınız. Getmişdim yanına, işim Bu var hansı idi. ən balaca yoxsa üçüncü? Ən balaca. Hə. İşləyirdi amma bilmirəm. O deri Hə, ən balaca. balerin olacam amma Hə. öləndən sonra. Bir qız deyəsən Brilliant Dadaşovanın qohumu idi qızın biri. Hə, o rəhmətə gedib. Amma o birisindən xəbərim yoxdur. Sizin orada maraqlı bir səhnəniz var. Nəsibə Zeynalova, Muxtar Maniyev. Bəli. Hə. Gətirmişəm o şəklini. Burada var, gördüm Hə, mən. gördüm. Burada onu göstərdim. Və o səhnə çəkiləndə necə çəkilib, neçə dubla, necə hazırlaşmısınız? Həsən müəllimdə dubl yox idi. Bir-iki dubl vəssalam. O qədər işini dəqiq bilirdi ki, bu adam. O qədər peşəsinin sahibi idi. O qədər peşəkarı idi ki. Özdəki əsas onun filmlərinin müvəffəqiyyəti ibarətdir nədən? Düzgün aktyor seçimindən. Hətta bəzən aktyor olmayan adamları seçir və bu uğurlu alınır. Bəli, daha uğurlu alınır. Bəli. Çox Biz- təbii alınır. elə- Axı neorealizm cərəyanını Həsən müəllim gətirdi də. Arif Babayevlə Həsən müəllim gətirdi. Arif Babayevdə də bu var idi. Bəli. Məsəl üçün o seçdiyi qəhrəmanlar. Sən niyə susursan filmi yadınızdadır. Bəli. Nə gözəl mövzusu var. Yol hadisəsi. Bəli, Bax bəli. İran filmində də o var, Abbas Kiarostaminin filmində var. Bütün İtalyan filmlərində var. Yəni çox maraqlı bir Xalidə xanım, insan idi. Bəs bu filmdə məsəl üçün orada bir maraqlı obraz da var. Tahir Yaxın. Yəkin. Yaxın amma titrləri Tahir Yaxın. Profilaktoriyada işləyən deyirsən. Bəli. Onun səsi Əlabbas Qədirovdur. Çox oturub ona. Elə bilirsən Elə Əlabbas da oynaya bilərdi. o aktyor kimidir ümumiyyətlə? Son əlaqə oldu mu? Onu bizdə ikinci rejissorumuz Elmira Əliyeva idi. Çox da yaxşı işgüzar, yəni işini bacaran, bilən və çoxlu onun rus həmişə svязları var idi də. Çox şeylərlə, adamla əlaqələri geniş idi. O tapmışdı. tapıb gətirmişdi. İkisini də o tapıb gətirmişdi. Başqa bir ölkədən gəlib. Həsən müəllim elə istədi. Dedi aktyor olmasın, qoy təbii olsun, film təbii alınsın. Çünki mövzu təbii idi. Mövzu bugünün mövzusuydu. Özü təbii də alınıb o. Yəni çox gözəl. Aktyor bəlkə hansısa bir ölkədə aktyor olub mu? Yox. Deyildi. Heç birisi. Və baş roldakı qəhrəman da Bəli, qardaşımız. Faris, o da aktyor deyildi. Deyil. Və yerindədir. Həsən müəllim heç vaxt səhv eləmir. Siz onunla o aktyor olmayan adamlarla oynayanda əziyyət çəkmədiniz? Yox, heç bir. Ümumiyyətlə mən Həsən müəllimdə çəkiləndə əziyyət çəkmirəm. Heç bir rolda mən əziyyət çəkmirəm. Heç bir filmdə mən əziyyət çəkə-çəkə oynamamışam. Bircə Rasim müəllim incidirdi, deyirdi, bir də Xalidə, bir də 9 dubla, bir kəlmə söz deyirəm, bir dubla çəkin, qutarın da bunu da. Bəs sizin orada səhnəniz var, üçünüzün Rasim Balayev, həmən o Tahir Yaxin, bir də, yəni siz o qalmaqal səhnəsi, o necə çəkilib, harada çəkilib? O Balaxanı idi, bizim kəndlərimizin biri idi də, Balaxanı idi. Orada bir ev də tutmuşdular. Biz o evdə, bir evdə çəkilirdik, o birisi evdə qrim olunurdu, paltar geyinirdik. Ha? Gəlirəm indi. Çəkil. Qardaşıma deyərəm. Bəlkə mən özüm deyim ona. Nə istəyirsən məndən? Həkimliyi oxudun, qutardın. Nə olsun ki? Xəstəyəm, əlacım səndədir. Başın xarab olur. Baş həkimi lazımdır sənə. Bu kimdir? İbrahimin bacısıdır, qonşumuzdur. Əntiqə şeydir. Bəlkə elə qohum olaq İbrahimdən, hə? Həm ziyarət, həm ticarət. Yaxşı maşındır. Pis deyil. Elədir, pis deyil. Ancaq deyirlər ki, bu Jigulidən ölən daha çox olur. Biraz ehtiyatlı olmaq lazımdır. Yox, mən ehtiyatla sürürəm. O qədər də yox. Yasaq mal gəzdirirsən. Nə yasaq mal? Özgənin nişanlısın. Sənə fikir vermə. Yox, Sür qadası, get. dayan. Söhbətimiz qurtarmıyor. Qardaşıma deyərəm. Qorxdum, deyərəm. Getdi gəlsin. Özün bilirsən ki, cin başıma vuranda ağına bozuna baxmıram. Bunlar məni bəyənmirlər. Deyirlər, güya mənim başım xarab olub. Eşidirsiniz ay cəmaat? Eşidirsiniz? Sən demə mənim başım xarabmış.
Amma bu çəyirki ağıl dəryasıdır. Ayırt eləyək görək hansımızın ağlı yerindədir. Çekil. Sən heç bilirsən kimi ağırsan? Bırak onu. Ha? Bırak. Bu evin içindən xəbərim var sənin. Benim telini sana karşı ederim. Çık. Sən evə getməsən mən buradan tərpənən deyiləm. Senden korkma. Git görsen ki tek değilim. Bəli, tək deyirlər, beşdilər. Beşi də ceyizsiz lüt. Adı abrun heyon olsun. Lüt nedir deyirsən? Lüt deyirlər, bəs nədilər? Görəsən harada gizlədib beş qızın Yaxşı ya. Birincisi dəxli yoxdur sənə. İkincisi xətircəm ola bilərsən. Qərib qocalmayacaqlar evdə. Qada mağzu var. Maşallah namxuda gül kimi qızlardır hamısı. Ağıllı, kamallı. Camaatdan ayıbdır, aləm baxır gedir evə. Yavru olduq, indi gəl ağzını yığ bu cəmaat. Yaxşı, yaxşı, yer evə. Nə yaxşı ki, İbrahim burada yoxmuş. Yaxşı, səsə salma. Nəsibə Zeynalova orada məni fırladır, Muxtar Naniyeva. Allah rəhmət eləsin. Böyük sənətkarımız Allah Nəsibə xanıma rəhmət eləsin, qəni-qəni. Fırladır ki, belə giyin. Deyirəm, niyə fırladırsan? Məni qoy qolumu salım da paltonun içinə. O olana kişiyə göstərmək istəyir, Muxtar Maniyeva. O da, məsəl üçün, bu qızlar əlinizi keçir o qızlar. Keçir o qızlar, çox maraqlı obrazdır, Nəsibə xanımın obrazıdır. Çox maraqlı obrazdır. O, anadan çox cəmfəşanlıq edir qızlar üçün. Əslində, yaxşı cəmfəşanlıqdır, amma doğru adamlar seçimir, məsələ odur. Eybi yoxdur da, əsas onun niyyətidir də. Bilsən, niyyəti gözəldir. Niyyəti gözəl olan insanın özü də gözəldir. Elə bil ki, o səhnə elə bir dənə fırlandı, iki dəfə Rasim İsmailov operator dedilər. Ay qız, bəstəgi vurnuqdun. De görüm sən oxuyub nə olacaqsan, hə? Ben balerina ama İbrahim ölenden sonra. Bu ne sözdür? Nece dilin geldi ağı? Ben demiyorum ki özü değil. Hele de görüm sen ne olacaksın? Ay şeytan kız, Allah saklasın. Halide bak ne diyecektim seni. Sözüm yadımdan çıktı. Tez ol kişi var kala işim çok. He yadıma düştü. De görüm inisti sen haçan kurtarsın Neyse? he? Bilirsen kızım evde ocak başında hekim çok yaxşı Beni şeydi. niye o yan bu yana fırladın? Bak sen böyle dur kızım. Ben senin üzün yaxşı görüm. Onda da axı mən sizin üzünüzü görmürəm. Benim üzümde ne var? Her ne var sende var. Aç Ceyran kız. Vaxtım yoxdur, tələsirəm. Bəs Gülxaranı? Əskər Məmmədoğlu da var orada, Tahir Yaxından bir yerdə. Yaxından bir yerdə. Bəli. Yaxşı çıxarışdı, bəli. Çox yaxşı. Allah rəhmət eləsin. Bir də ailə modeli var da, Şəfiqə Məmmədova və qızları, oğlu. Siz bu necə uzlaşdı? Elə bir ki, doğrudan da siz hamınız neçə illi bir yerdə yaşadınız? Onu biz uzlaşdırmırdıq, onu Həsən müəllim uzlaşdırırdı. Təbii ki. Hər şey Həsən müəllim. Hər şeydə Həsən müəllimin qolu var. Şəfiqə xanımla necə idi? Çox yaxşı. Tərəfli müqavilə. Çox. Şəfiqə xanım özünküləşdirir hər şeyi. Özünküləşdirir. Biz elə məktəb keçmişik. Elə bil özümüz danışırıq, özümüz üçün danışırıq. Bilirsiniz, tərəf müqabillə ara, indi mən səninlə necə danışım? Mən yavaş da danışa bilərəm də. Niyə danışa bilmirəm? Çünki mənim xarakterim belə, mən emosional. Temboli rus demişkən, Temboli indi xatirələri yadıma salıram da. Mənə evdən tapşırıblar ki, sakit danış. Alınmır məndən. Xatirələr imkan vermir axı sakit danışmaq. Yox, mən yada salıram, emosiya girəm. Bəlkə də indi təzyiqim də qalxıb, ola bilər də, Allah eləməsin. Amma Şəfiqə xanım da bu deyir, zalpım, yəni Rastava, həll eləyəndir, obrazını oynayandır, həll eləyən. Bəli, faktura özü şəxsiyyət kimi intizadlıdır, maraqlıdır. Bəli. Siz onunla əvvəl ünsiyyətiniz olmuşdu, yoxsa orada tanış olmuşdunuz? Yox, olmamışdı əvvəl ünsiyyətimiz, orada. Elə bir evli kimi, elə qəşəng otağı qurmuşdular, adam özünü evindəki kimi silir, çay verirdilər, nə bilim, çay verirdilər, su verirdilər, otururduq, əşyalar da doğma idi, öz evimizdə gördüyümüz əşyalar idi. Bəs Şüfə xanım Yusupova, bəli. Onunla da orada tanış olmuşsunuz, yoxsa? Şüfə xanım Yusupova ilə yox, tütək səsində. Hə, bəli, onlar da bir otaqda qalırdıq hamımız. O, elə bir ki, bazı kimidir, çox belə, nəsə bilmirəm, bir yaxın, bir xarakter kimi, mehribançılıq var idi. Mehribandır, çox gözəl xanımdır, mehribandır. Çox istedadlı aktrisamızdır. Salamlayırıq. Bəli. Zemfira xanımın adını çəkdi, Sadıxovanın, onu salamlayırıq. Bəli. Hamısı bizim görkəmli aktrisalarımızdır. Allah onların hamısına can sağlığı versin. Gözəl filmlər. Kino tarixində qalan aktorlarımızdır, bəli. Bəs bu baş qəhrəman Firuz Babayev, Şamar Əkbərovun səsi də ona çox uyğun gəlir. Çox. Həqiqətən də. Baş qəhrəmanlarımızın çoxunu, bəzilərini Şahmar Ələkbərov, bəzilərini Ələddin Abbasov, bəzilərini Yusif Vəliyev səsləndirir. Hamısı da uyğun gəlir. Elə bil ki, bəli, uyğun gəlir, yox, o rolu canlandırır. Bəlkə də o dublajdan o rolları biz sevirik. Bəli. Bilirsiniz, o səs... Hətta bu yaxında hava elə bilirik ki, Tofiq Mirzəyevin öz səsidir, değil mi? O Tofiq Mirzəyev
həmişə Şahmar Əkbərov, bir də Həsən Əbuz dublyaj eləyib. O qədər Həsən Əbuzla dublyaj eləmişəm ki, kinostudiyada. Şahmar Ələkbərovla dublyaj eləmişəm. Bizim kinostudiyada dublyaj redaksiyamız da var idi. Möhtəşəm bir kino fabrikası idi. Yeri gəlmişkən qoy bunu deyim. Azərbaycan film, Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyası bərpa olunmalıdır. Tarixi abidədir. Şirvanşahlar Sarayı qədər, qorunmalıdır. Qız qalası qədər tarixi abidədir. O bərpa olunmalıdır və adı da olduğu kimi qalmalıdır. Bunu mən həmişə deyirəm bütün müsahibələrimdə və nöqtə qoyursunuz. Bizim bəli, tariximizdir. Xəlidə xanım, bir ailəlik bağ evinə də baxdım. Orada da aktyor heyəti çox gözəldir və Rusiyadan Kvaşa çəkilib başlığa. Çox gözəl aktyordur. Bir ailəlik bağ evi, belə bir film. Asif Vasif Aqasifdə rolunuz var. Köhnə bərə, bağlı qapı, qocalar, qoca palıdın nağılı. Qoca palıdın nağılı. Təəssüf ki, bu filmlər həm biraz keyfiyyətli də problem var. Çox yaxşı filmdir. Həsən Məmmədovla tərəf müqabili olmaq. Mən deyirəm də, mən çox şanslıyam. Elə aktyorlarla tərəf müqabili olmuşam ki, Həsən Məmmədov bizim kino tariximizdə əbədi olaraq qalacaq. Yəni, nə qədər rollar oynayıb, özü də fərqli rollar, fərqli zaman etibarı ilə fərqli, xarakter etibarı ilə fərqli, kinomuzun giroyu olub da Həsən müəllim. Bəli. Və şanslı aktyordur ki, onun dövründə o belə silsilə filmləri çəkildi. Hüseyn Mehdiyev çəkmişdi, Qoca Palıdın nağılı. Orada Turabov, Həsən Turabov, Allah rəhmət eləsin. Allah Həsən Məmmədova rəhmət eləsin. Ruhları şad olsun. Bəli. Xəlidə xanım. Gülşən Qurbanova. Bizim səhnəmiz var oynan. Qızım orada, Afaq mənim qızım oynayırdı. Orada çəkilir? O Afaqdır, hə, qızımdır. Nə gözəl. O da tarixə düşüb. Xəlidə xanım, biz verilişin bir məqamına gəlirik. Orada konkret suallar və konkret cavablar alınır. Hə, konkret, qısa cavab. Bir cümlə, çalışarım. Ən sevdiyiniz bəstəkar? Bir neçə çəkmək olur. Bəli. Müasirlərimiz idi o vaxt. Tofiq Quliyev, Əmin Sabitoğlu, fransız bəstəkar, Debussy. Debussy. Bəli. Yəni çoxdur. Hansı janrda musiqiləri dinləyirsiniz? Sinatra'nın məsəl üçün ifası. Frank Sinatra. Bəli, Frank Sinatra'nın ya Çilintanın özü, Vysotski, Oktay Ağayev, Flora Kərimova. Çoxdur. Bu səslər əvəz edilməzdir. Bəli. Dostluq nədir sizin üçün? Dost özün səndə. O da sənsən. O da mənəm. Vətən nədir? Ağlatmayın məni. Mən vətənimi çox sevirəm. Hər şey. Hətta bu qısa bir film çəkilmişdi. O torpaqlara getmək, qatarda, vaqondasınız. Ancaq sizin baxışlardır. Özümüz çəkmişik. Qatarda mən o film deyərdim. Axırı yaxşı, axırda orada hər şey oxunur. Hə. Onda hələ Qarabağı almamışdıq. 7 il ondan əvvəl idi. Mən bir neçə şeylər paylaşmışdım Qarabağla bağlı. Hələ almamışdan qabaq. Azadlıq nədir? Mən olmağı bacarmaq. Xoşbəxtlik nədir, yaxud nədədir? Mən olmağı bacarmaq. Nə zamansa şəxsi həyatda, yaxud sənətdə boşluğa düşmüsünüz? Boşluğu doldurmağı əla bacaran bir adamım. Bu çox böyük bir şeydir. Mənim üçün boşluq yoxdur. Mən gedib polu silərəm, mebelin tozunu alaram, bu da boşluğu dolar gedər. Heç nəyə faciəyə çevirmək olmaz. Filmlərdə və ümumiyyətlə ədəbiyyatda, yəni ən sevdiyiniz janr? Bu yaşımda melodramı. Bu yaşım. Sevirəm. Melodrama mənimdir. Qeybət, zat, bir də o bank yarılları, detektiv olur, banki yarıl. Elə deyirəm, kaş oxuraydılar, kaş götürəydilər. O da ki, nə olaydı. Amma janr kimi, məsəl üçün, Nad Gnizdom Kukushki, Xoşbəxtlik qayğıları janr kimi. Bir də Rus filmi var, Nikulin oynayır orada. Когда деревья были большими. Hə, o filmi. Yəni janr kimi belə, işıqlı filmləri. Sizcə həyat planlı şəkildə yaşanılmalıdır, yoxsa öz axarına buraxılmalıdır? Plan qurmalısan da. Səhər durursan, plan qurmursan. Bəli. Neynəməlisən? Yəni axarına buraxmırsın. Axarına, amma çalışmalısan ki, istədiyin
işləri görəsən, sevdiyin işləri. Həm çalışmalısan da, amma alınmır. İstəyirsən öldür, istəyirsən öldürmə. Talehin öz yolu var. Hə, amma huzur yaratmalısan, özün özünə huzur yaratmalısan. Ən çox təəssüfləndiyiniz məqam? O gün oturub fikirləşim, kaş müəllimə olaydım. Məndən yaxşı müəllimə çıxardı. Mən uşaqları Siz sevirəm. ümumiyyətlə pedaqoq kimi dərs də deyə bilərdiniz, mən fikirləşirəm. İstəyirdim. Elə institutu bitirəndə Aslan Dəlib idi bizim rektorumuz. Dəvət eləmişdiniz? Hə, çağırdı yanına. Dedi ki, bəs sən qal, dedim. Sizcə mən nə cavab verdim ona? Dedim, mən nə bilirəm ki, uşaqlara nə öyrədəcəm. Mən müəllim olmağa hazır deyildim. Həm də ki, o çox məsuliyyətli bir işdir, müəllim olmaq. Bəli. Hər uşağın taleyində sən rol oynayırsan. Yəni, mən əgər bir dəfə pioner vajat olmuşdum mən. Birinci kursda yayda getdim işləməyə, pioner vajatlı lagirə. Mən skelet olub gəlmişdim. Elə arıqlam da öldürürdüm özümü. Mən bilirəm ki, mən müəllim olsam, mən bəlkə çoxdan infarkt olmuşdum. Elə aktrisa olmaq olmuram da, belə laqeyd yanaşa bilmirəm. Hər uşağın taleyi məndən asılı olacaqdısa, mən bu yükü götürə bilməzdim. Doğru qərar. Həyatda ən çox nədən qorxursunuz? İtkidən. Qadınlarda və kişilərdə ən çox hansı keyfiyyətləri qiymətləndirirsiniz? Bir kəlmə ilə. Gülüşdə çox məna var əslində, Faidə xanım. Kişilərdə qoy görüm Eldənizin hansı keyfiyyəti var, yadıma salır. Mübariz, heç kim oxşamasın, sözünü deyə bilsin. Cəsarətli olsun. Eyni zamanda da insanpərvər, eyni zamanda məsələn sevgi dolu, insan sevmək, xoş niyyətli. Əlbəttə, əlbəttə. Qadınlarda da kişi kimi olmağı xoşlayıram. Qoy kişi kimi mərd olsun. Əla. Gözəl cavabdır. Doğrudan. Bütün cavablarımla razılaşırsan. Yox, əlbəttə razılaşıram. Bir dəfə demədin ki, düz demirsən. Yox, hər şey əla. Məşhur satirik var idi, Mikhail Jvaniski. Onun belə bir fikri var. Əgər sizə dostlarınız və qohumlarınız zəng eləmirsə, deməli onlarda hər şey yaxşıdır. Sizcə belədir? Bəzən o zəng... Yox, əksinə də ola bilər. Hər şey pis olduğu üçün zəng eləmirlər. O da belə də ola bilər ki, əks olsun. Həm də eyni şeydir. Amma yaxın qohum, yaxın dost, mən dost, qohum çox sevirəm, qiymətlənirəm. Mən qohumlarımla əlaqədəyəm. Mənim üçün qan qohumluğu çox vacibdir. Nə cür insan olur olsun. Məsələn, bəlkə bəyənmirəm onun həyat tərzini filan, amma o mənim qardaşımdır, əmim oğludur. Məsəl üçün də dayım oğludur. Qan qohumluğu çox vacibdir. Çox sevdiyim aktrisa, məncə siz də onu çox istəyirsiniz, Alisa Freundlich. Onun sevmirsiniz, Faidə xanım? Mən Alisa Freundlich. Çurikova. Çurikova, təbii ki, amma yəni talantına görə dedim. Çox. İlna Çurikova çox böyük aktrisa idi həqiqətən. Amma Alisa çoxdur. Amma Çurikova deyil. Alisa Freundlich'in çox böyük bir belə bir fikri var. Hörmət, dostluq və ehtiras. Bu üç şeyin cəmi sevgini yaradır. Bu üç şeydən biri yoxdursa, sevgi də yoxdur. Sizcə bu kifayətdir? Hörmət mütləq olmalıdır. Dostluq eləməlisən, hörmət eləməlisən, sevməlisən, başda sevgi durur. Sevgi varsa ya, heç nə yoxdur ya olan, heç birisi yoxdur. Sən o ömrü yaşayacaqsan. Uzanacaq o ömür, o bitməyəcək. Sevgi varsa, hər şeyin kökü sevgidir. Valentin Qaft var idi, həm aktyor, həm şair. Onun bir şeiri var, mən məğzini izah edəcəm. Çox gözəl şeydir. Epiqramalarda var. Bəli, çox gözəl şeir deyir. Deyir, telefon... Kişiyə çıxar o şey. Bəli, bəli. Telefon kitabçasında doğmalarımız seyrəlir. Doğmalarımızın deməli zaman keçdikcə seyrəlir. Artıq o nömrələrə zəng vuranda yadlar cavab verirlər. İçkilər, bu içkilər deməkdir. İçki ağırdır. Yəqin ki, biz içkilər çox yaşamışıq. Hamımız. Çox mu yaşamışsınız içkilər, Faidə xanım? 10 yaşında anamı itirmişəm. Bilirsiniz nədir? Bilirsiniz, o məni məhv eləyə bilərdi. Bircə Allahıma şükür eləyirəm ki, o məni yaşatdı. Çünki Allaha sevgini anam mənə öyrədib. Anam mənə öyrədib.
Uşaqlıqda bir şey itirirdim ha. Ruçkamı ya elementar bir şeydə dəftərimi bilməm maraq. Balacaydım, hələ məktəbə getmirdim bəlkə birinci sinifdə ya məktəbə qoyurdum dizimi yerə, deyirdim ay Allah nə olar tapım da. Tapırdım o şeyi. Yəni o qədər anam mənə da hətta belə xırda şeylərə də Allahla bağlayırdı ki. Şad olsun. 2 ildir qardaşımı itirmişəm. Allah rəhmət eləsin. Çox ağırdı mənim üçün, çox ağırdı. Sıra gün ziyarətə getmişdim. Nəysə, bu başqa mövzudur. Başqa, Allah ölənlərinizə rəhmət eləsin. Xalidə xanım, növbəti suallar belədir ki, cümlə deyəcəm və o cümlənin sonluğunu tamamlamalısınız. İnşallah. Yaşamaq ona görə lazımdır ki, çünki mən xahiş eləməmişdim məni bu dünyaya gətirsinlər. Maraqlı cavabdır. Mənlik bir şey yoxdur. Mədəniyyət və ədəbiyyat ona görə lazımdır ki, İnsan olasın. həyatın müəyyən məqamlarında anladım ki, heç nə anlamıram. insan kamilliyə yetişmək üçün Uzun ömür yaşamalıdır. gözəl. Kitabla olmur. Ən çox sevdiyiniz və sevmədiyiniz söz var, söz. O sözdən yaşasınız yəni. Nifrət elədiyim bir söz var. Əşi. Əşi. Biraz yola vermək sözü. Bir də nırç. O da. Bəs sevdiyiniz söz? Sevdiyim söz Allah. Həyat nədir? Nağıl. Ömür nədir? Həyat. Ölüm nədir? Ömrün ikinci seriyası. Gözəl cavablar. Və son olaraq gənc nəsilə tövsiyə. Amma bu tam sənətə gələnlərə də aid deyil. Ümumiyyətlə gənc nəsilə. Ümumiyyətlə gənclərə. Pislik eləməsinlər. Sevməklə, sevgi ilə yaşasınlar. Sevgi ilə qidalansınlar. Sevgi ilə qidalansınlar. Çoxlu kitab oxusunlar, yaxşı ədəbiyyat oxusunlar, yaxşı ədəbiyyat, klassik ədəbiyyat oxusunlar. Bir də hörmət eləməyi bacarsınlar. Əla cavablardır. Xalidə xanım, sonda bizim ən son işimiz hədiyyələşmədir. Xalidə xanım, mən fikirləşdim ki, siz Seyran Səxavəti çox istəyirsiniz. Mən sizə Seyran Səxavətin deməli hədiyyəsini verirəm. Kitab sərgisində biz görüşdük və dedim ki, Xalidə xanım sizin əsərləri, ümumiyyətlə sizə münasibəti çox yaxşı olduğuna görə o da belə bir öz imzasına yazdı. Çox xoş oldu. O kitab sərgisində var idi, oradaydı Seyran müəllim. Orada ilə bir yerdə gəzirdik. Kaş gələrdim mən, kaş. Bu verilişə gəlməmişdən mən status paylaşmışdım Seyran müəllimlə olan verilişin bütün linkini paylaşmışdım. Sonuna baxdım ki, görüm nətər hədiyyə verirlər, nətər verəcək. Gördüm kitabını sizə bağışladı, düzdür? Bəli, amma başqa kitab idi. Başqa kitab idi. Amma bu kitabın adını eşitdim axı. Kenguru. Mən onu oxumuşdum və ondan danışırdım. Danışdınız ondan. Dedim kaş o kitab, deyirəm, Vasifə zəng vurum, deyim ki, o kitabı varsa, tapsa mənə qismətə baxayım. Göndərsin. Qismət bu imiş. Çox şükür. Çox sağ olsun Seyran müəllim. Buyurun, buyurun. Çox sağ olsun, var olsun. Növbə Xalidə xanımdır. Xalidə xanımın hədiyyələri var. Mən sizə nə gətirmişəm? Baxın, bax bu kasalardan danışmadıq. Bu xivədə almışdım bu kasaları. Nəsimi filminin çəkilişində. Özümə cehiz alırdım. 6 dənə yox idi, 4 dənəsini almışdım. Orada filmdə bunlar istifadə ediblər? Yox, sadəcə evdən gətirmişəm. Bu kasaları, yəni tarixçəsini deyirəm. Amma hədiyyə kimi mən sizə belə bir Nəsimi ilə olan şəklimi çərçivəyə saldım, gətirdim. Çox sevdiyim şəkildir. Filmlər. Bir də belə broşurlar buraxırdılar. Çox sağ olun Xalidə xanım. Broşurun, bunun da Xerox kopyasını elədim, gətirdim, sizdə qalsın. Nə gözəl. Bax belə, açqımı geyinə bilərəm də. Bəli. Xalidə xanım, çox gözəl hədiyyələrdir və söhbətlərimiz çox zövqlü alındı. Hər zaman var olun. Siz bizim
kinomuzun çox dəyərli simasısınız və gələcəyə mayak olmaq lazımdır. Mən sizə təşəkkürümü bildirirəm. Çox sağ olmaz. Çox Xoş sağ olun. gəlmişsiniz. Çox sağ ol. Gözəl, mənalı, məzmunlu, maarifləndirici bir proyektdir, layihədir. Əziyyəti keçənlərin hamısına təşəkkür eləyirəm. Yorulmayasınız. Minnətdaram. Allah yolunuzu açıq eləsin. Təşəkkür bildirirəm. Çox Sağ sağ ol, olun. sağ ol. Sağ olun. Ay, nə gözəl anlardı bu. Çox xoşuma gəlir. Çox maraqlı gedir söhbətimiz. Yox, belə xoşuma gəlir. Deyirəm, ay Allah, nətər olacaq. Sonra elə qızışıram, deyirəm, ay Allah, nə qəşəng ol. Yoxlar deyilə də hamısı. Hə. Heç nəyə əl vurma. Hə, Mən hə. özüm bunları yığıb yığışdıracam. Mən dedim, kasanın birini bəlkə istəsəm, 5 ildir. Amma birinci ildə 2 çəkdik, sonra fasilə oldu 1 il. Sonra pul da tapdıq. 1-2 il elə getdi də.